Davam edirik 141-ci sual. Sənaye sahələrinin xəritə sxeminə əsasən təsvir üsulunu müəyyən edin. Əgər biz burada dairəvi diaqram görürüksə, mütləq kartodiaqram üsulunu götürməliyik. 141-də A variantı. 142. Bir bölünsün 60 milyon miqyaslı xəritədə şimal coğrafi qütbündən K nöqtəsinə qədər ən qısa məsafə neçə santimetr olar? K nöqtəsi burada verilib 60 şimal enliyində yerləşir. Şimal coğrafi qütbü hansı enlikdə yerləşir? Şimal qütbü 90 şimal enliyidir. K nöqtəsi dediyi 60 şimal enliyi. İkisi arasında məsafə eyni yarımkürədə olduğuna görə fərqini tapırıq 30 dərəcə. 1 dərəcəli meridian qövsünün uzunluğu biz bilirdik ki 111 kilometrdir. Bizə 30 dərəcə lazımdır. 30 dərəcə x kilometr olacaq. X də olacaq 30 vur 111 bərabərdir 3330 kilometr. Bu həqiqi məsafədir. Şimal qütbündən 60 şimal enliyinə olan həqiqi məsafədir. Bizdə isə miqyası verib xəritədəki məsafəni istəyir. Xəritədəki məsafənin düsturu necə idi? Həqiqi məsafə bölünsün miqyasa. Yəni 3330-u biz bölməliyik. Miqyas 60 milyondur. Buradan 5 sıfırı silirəm. Qalır 600. 3330-u da 600-ə böləndə 5 dəfə bölünür. Sonra qalır 55 santimetr. Olur, xəritdəki məsafə olur 5,55 santimetr E variantı. 143-ə baxırıq. Silindrik kartoqrafik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan regionu müəyyən edin. Biz demişdik ki, silindrik proyeksiyada ekvator ətrafında yerləşən, ekvatora yaxın olan ərazilər, ekvatorun keçdiyi ərazilərdə təhrif daha az olur. Və burada baxırıq, Şimali Avropa qütbətrafı ərazidir. Bu konus proyeksiya ilə çəkilməlidir. Şimali Asiyada həmçinin. Şərqi Asiya mülayim enliklərdə yerləşir. Bunu silindrik proyeksiyada tərtib etmək olmaz. Silindrikdə ekvator ətrafında yerləşən ərazilər tərtib olunmalıdır. Mərkəzi Asiyada olmaz. Mərkəzi Afrika doğru cavabdır. Nəyə görə? Xəritəyə baxsaq görərik ki, ekvator xətti Afrikanın mərkəzindən keçir, yəni Mərkəzi Afrika regionundan ekvator keçir. Ona görə də ekvator keçdiyinə görə bu ərazidən, bu ərazi silindrik proyeksiyada tərtib olunmalıdır. 144-də baxırıq. Xəritə sxemindəki təsvir üsulunu müəyyən edin. Baxaq. Burada rənglər var. Yəni hündürlük artdıqca rənglər dəyişir. Yəni keyfiyyət fonu üsulu burada demək olar var. Lakin bizdə variantlarda verilməyib. Və baxırıq başqa hansı təsvir üsulu var. İzoxətlər var. Baxın, hündür, horizontal. Horizontallar təsvir olunub. Horizontalların ikinci adı nə idi? İzohipslər. Yəni horizontallar da izoxətlərin bir növüdür. Və görürük ki, hündürlüyü eyni olan nöqtələr burada birləşib. Ona görə də bu xətlər, izoxətlər üsulunun burada istifadə olunduğunu bizə göstərir. 145-ə baxırıq. Bir bölünsün 5 milyon miqyaslı xəritədə 9 şimal enliyi və 7 cənub enliyi arasındakı meridian üzrə məsafə 34 santimetr olarsa təhrifi hesabına. Bizdən burada təhrifi istəyir. Və təhrifi də biz demişdik ki, 2 ayrı həqiqi məsafəni tapıb onun fərqini hesablayırıq. Bu da olur bizim təhrifimiz. Burada nə deyir? Miqyası verib bizə 1 bölünsün 5 milyon. Xəritədəki məsafəni də verib 34 santimetr. Həqiqi məsafəni tapa bilərik. 34-ü vururuq. Buradan 5 sıfırı silsək 50 kilometr qalır. 34-ü də 50-yə vuraq. 1700 kilometr etdi. Doğrudur mu? 1700 kilometr. Həqiqi məsafəni tapdıq. 1700 kilometr. Bu miqyas əsasəndir. Bir də bizə verib 9 şimal enliyi və 7 də cənub enliyi. Bunlar arasındakı məsafəni tapmaq. Ayrı yarım kürələrdə olduğuna görə toplayıram.
16 dərəcə. Və 1 dərəcə bilirəm 111 kilometrdir meridian üzrə. Yazıram 16 dərəcə x kilometr olacaq. X də bərabərdir 111 vurulsun 16. Bu da edəcək 1776 kilometr. Bu da mənim əslində həqiqətən olan həqiqi məsafəmdir ki, iki koordinat arasında bu qədər məsafə var. Bu isə miqyas əsas hesabladığım, yəni təhrif olub da. 1776 təhrif olub 1700 olub. Müəyyən generalizasiya ümumiləşdirmə nəticəsində. Və təhrifi necə hesablayırdıq? İkisi arasındakı fərq 1776 çıxılsın 1700. Bu birinci həqiqi məsafə, bu da ikinci həqiqi məsafə. Fərq də edir 76 kilometr. Təhrifim oldu 76 kilometr. Baxaq cavablarda varmı? E variantında 76 kilometr. 146. Euler-Venn diaqramını tamamlamayanı deyir. Yəni ortaq olmayanı götürməliyik. 30 şərq uzunluğu ilə 70 şərq uzunluğunun müqayisəsini istəyir. Avrasiya və Antarktida materiki ilə kəsişir. Antarktida materiki ilə bütün meridianlar kəsişir. Avrasiyanda deməli həm 30 şərq uzunluğu kəsir, həm də 70 şərq uzunluğu. Yəni bu gedər hər ikisinə. 1 dərəcəlik qövsün uzunluğu təqribən 111-dir, doğrudur. Bütün meridianlarda belədir. 40 şimal enliyi üzrə Bakı şəhərinə qədər ən qısa məsafə 1708 kilometrdir. Bu da doğrudur. Nəyə görə doğrudur? Bakı yerləşir 50 şərq uzunluğunda. 50 şərq uzunluğu ilə 30 şərq uzunluğu arasında nə qədər var? 20 dərəcə. Və 40 dərəcəli paraleldə də 20 dərəcə bərabərdir 1708 kilometrə. 50 ilə 70 arasında nə qədər fərq var? Yenə də 20 dərəcə. Yəni yenə də eynidir. Baxaq. Qərb və şərq yarımkürələrinin sərhədini təşkil edir. Bu səhvdir. Qərb və şərq yarımkürələrinin sərhədini 0 dərəcəli Qrinviç meridianı təşkil edir. Bir də 180 dərəcəli meridian təşkil edir. 2 meridian təşkil edir. Qərb və şərq yarımkürələrinin sərhədini 0 və 180. 70 və 30 aid deyil. Şimal buzlu okean ilə hər ikisi kəsir. Deməli, burada D variantı hər ikisinə aid olmayan cavabdır. 147-yə baxırıq. Euler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. Tamamlayan, yəni hər ikisinə gedən. Ümumcoğrafi xəritələrlə tematik xəritənin müqayisəsini bizdən istəyir. Üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir edilir. Bu sadəcə ümumcoğrafiyə aiddir. Tematikə aid deyil. Ona görə bunu silirik. Riyazi əsaslı təsvir vasitəsidir. Bu hər ikisinə gedər. Nəyə görə gedər? Çünki müxtəlif məzmunlu xəritələr olsa da hər ikisi xəritədir və biz bilirik ki, xəritə riyazi əsaslı təsvirdir. Koordinatlar olur, müxtəlif hesablamalar orada olur və s. Ona görə bu əslində hər ikisinə gedər. Sinoptik xəritələr bu qrupa aiddir. Sinoptik sadəcə tematikə aiddir. Hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir edilir. Bu tematikə aiddir sadəcə. İqlim qurşaqları, torpaq və bitki örtüyü. Bu da tematikə aiddir. Doğru cavab oldu B, hər ikisinə aid olan. 148. Xəritələrdə yaranan təhriflər haqqında hansı fikir doğru deyil? Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Bu düzdür. Doğrudur. B. Meridian və paralel arasındakı bucaqlar 90 dərəcədən fərqli olarsa, deməli, bucaqlar təhrif edilir. Bu doğrudur. Bu da doğrudur. Meridian və paralel arasındakı bucaq 90 dərəcədən fərqli olarsa, deməli təhrif olunur. Bucaq təhrifi var. Uzunluq tərifi özünün meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Bu da doğrudur. Xəritədə bucaq təhrifi coğrafi obyektlərin forma təhrifinə səbəb olur. Bu da doğrudur. Bucaq təhrifi forma təhrifinə səbəb olur. Böyük miqyaslı topografik xəritələrdə təhrifin dərəcəsi də böyük olur. Bu səhvdir. Böyük miqyaslı topografik xəritələrdə təhrifin dərəcəsi çox kiçik olur. Ən kiçik təhrif topografik xəritələrdədir. Lakin miqyas kiçildikcə icmal xəritələrdə, kiçik miqyaslı xəritələrdə təhrif daha böyük olur. Böyük miqyaslı da təhrif kiçik olur, kiçik miqyaslı da təhrif böyük olur. 149. Sxemə əsasən C və D nöqtələri arasındakı ən qısa məsafənin C-dir bu.
A və B nöqtələri arasındakı ən qısa məsafədən nə qədər çox olduğunu hesablayın. Aha. AB-də budur. CD 40 şimal enliyindədir. AB 60 şimal enliyindədir. Fərqli enliklərdədirlər. Fərqli enliklərdə belə də 1 dərəcəlik göstərin uzunluğu müxtəlifdir. Əvvəlcə tapaq neçə dərəcə fərq var. CD-ni tapaq. C Greenwich'dədir. D 70 şimal enliyi. Arada burada 70 dərəcə fərq var. A 10 qərb uzunluğu. 70 şərq uzunluğu. 80 dərəcədə burada fərq var. Və biz hesablamalıyıq. 40 dərəcə paraleldə 70 dərəcə neçə kilometrə bərabərdir? 60 dərəcə paraleldə 80 dərəcə neçə kilometrə bərabərdir? Necə hesablayırıq? Birinci 40 şimal enliyi. 40 şimal enliyində 1 dərəcəlik öv 85,4 kilometrdir. Bizə isə lazımdır 70 dərəcə. Və buradan da 85,4'ü vururuq 70'ə. Neçə eləyir yazarıq. Bu edir 5978 kilometr. Daha sonra keçirik 60 şimal enliyində 1 dərəcəlik öz qeyd olunub. Orada 55,8 kilometrdir. 80 dərəcə nə qədər olacaq? Çünki burada 80 dərəcəni istəyir. 55,8'i vururuq 80'ə. Bu da edir 4464 kilometr. Və bunların fərqini bizdən istəyir. 5978 çıxılsın 4464. 4, 1, 5, 1514 kilometr aldıq biz burada. Baxırıq cavablara. A variantı 1514 kilometr. 150-ci suala baxırıq. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Baxaq. Sosial coğrafiya fiziki coğrafiyanın sahəsidir. Səhvdir. Sosial coğrafiya iqtisadi coğrafiyanın sahəsidir uşaqlar. Ümumiyyətlə sosialı gördüksə, iqtisadi və sosial coğrafiya. Sosial, iqtisadi coğrafiyanın sahəsidir, bu səhvdir. Geomorfologiya iqtisadi coğrafiya nədir? Xeyr, geomorfologiya nə öyrənir? Yerin relyefini öyrənir. Fiziki coğrafiyaya aiddir, səhvdir. Kartoqrafik metod coğrafi tədqiqatlar zamanı müxtəlif məzmunlu xəritələrin öyrənilməsinin təhlilinə əsaslanır. Bu doğrudur, burada problem yoxdur. Baxaq. Coğrafi proqnozlaşdırma təbii və antropogen təsirlər nəticəsində ərazidə baş verə biləcək dəyişikliklərin əvvəlcədən müəyyən edilməsidir. Bu da tamamilə doğrudur. Proqnoz deyilirsə əvvəldən müəyyənləşdirmə götürülür. Yəni yanlış, doğru. Baxaq variantlara. C variantı yanlış, doğru. 151. Kartometrik təhlil metodu nədir? Baxaq. A. Xəritələrdə ərazinin relyefi, çay şəbəkəsi, iqlim xüsusiyyətləri, bitki və heyvanlar aləminin müxtəlifliyi, əhalinin yerləşməsi haqqında məlumatlar və onlar arasındakı əlaqə. Bu vizual təhlildir. Relyef, çay şəbəkəsi, iqlim, bitki, heyvanlar bu vizual təhlildir. Xəritələrə əsasən qurulmuş qrafik təsvirlər vasitəsilə aparılan tədqiqatlar. Bu qrafik deyirsə, bu qrafik təhlildir, kartometrik deyil. Coğrafi koordinatların təyini, hündürlük, uzunluq, sahə hesablama, azimut istiqamətlərin təyin edilməsi tamamilə doğrudur, kartometrikdir. Kartometrik adından da göründüyü kimi ölçmə işləri, hesablama, koordinatların tapılması, uzunluğun hesablanması, sahənin hesablanması, azimut, miqyas, dərəcə toru hesablamaya aid nə varsa kartometrik təhlil üsulunda biz onu götürürük. Deyə baxaq, coğrafi obyekt və hadisələrin modelinin hazırlanması. Bu coğrafi modelləşdirmədə aid deyil. Coğrafi obyekt və hadisələrin fərqli və oxşar müqayisə metodudur. Olmaz. Yəni kartometrik deyəndə hesablamaya aid nə varsa biz onu götürürük. Baxaq 152-yə.
Eylerevin diaqramına əsas uyğunluğu müəyyən edin. Ümumi coğrafi və tematik xəritələrin müqayisəsi. Onlar üzərində bütün coğrafi obyektlər eyni səviyyə deyirsə ümumi coğrafidir. Hər hansı bir mövzu və ya hadisə daha müfəssəl bir mövzu deyirsə tematikdir. Miqyas və şərti işarələrdən istifadə hər ikisində həm miqyas, həm şərti işarə var. Deməli 1-ə 1, 2-ə 2, 3-ə 3, 152-də C variantı. 153. Təyyarə əvvəlcə 0 azimutla ekvatorla 40 şərq uzunluğuna kəsişmə nöqtəsindən 4440 km sonra isə qərb istiqamətdə 4697 km məsafə qət etmişdir. Onun çatdığı məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Deyir ki, hansı nöqtədən çıxdığını biz bilirik. Ekvatorla 40 şərq uzunluğu. Bu kəsişmə nöqtəsindən, bu nöqtədən 0 azimutla şimala 4440 kilometr. 4440 kilometr neçə dərəcədir? Necə hesablayırdıq? 111-ə bölürdük, 40 dərəcə alırdıq. Deməli 40 dərəcə gedib. 0-dan 40 şimala getsə hara çatır? 40 şimal enliyinə çatır. Çatdı bura. Sonra buradan qərb istiqamətində nə gedib? 4697 kilometr gedib. 4697 kilometr neçə dərəcədir? 40 şimal enliyi olduğuna görə 85,4-ə bölürük. Kənarda bölün baxım, tam bölünürmü? %55. 55 dərəcə bölündü. Deməli qərbə 55 dərəcə gedib. 40 hardaydı? 40 şərq uzunluğu. 40 şərq uzunluğundan 55 qərbə getsə hara çatır? Səvir eləyin ki, Greenwich var 0 dərəcə. Bura qədər 40 dərəcə gedir. 40 şərq uzunluğundan 55 getməlidir ümumi. 40 gedib çatır Greenwichə. 40 gedibsə 55-i tamamlamaq üçün nə qədər getməlidir? 15 də getməlidir də. 15 də getsə gəlib çatacaq 15 qərb uzunluğuna. Deməli bunun koordinatları olacaq 40 şimal enliyi 15 qərb uzunluğu. Baxaq variantlara. C variantı tamamilə bizim tapdığımızca uyğun gəlir. 40 şimal enliyi 15 dərəcə şərq uzunluğu. 154. Həqiqi sahəsi 448 km² olan ərazi miqyası 1 bölünsün nə qədərdir? 800.000 olan xəritədə aşağıdakı politikalardakı hansı rənglənmiş sahə ola bilər? Hər bir dama, biz biləcək politikada bir dama 0,25 cm²-na bərabərdir. Gəlin burada əvvəlcə politikadakı ərazinin sahəsini tapaq. Necə tapırdıq xəritdəki sahəni? Həqiqi sahəni bölürdük miqyasın kvadratına. Həqiqi sahə verib 448. Miqyas neçədir? 5 sıfırı buradan silsək qalır 8. 8-in kvadratı. Yəni 448-i bölürük 64-ə. Neçə dəfə bölünür? 7 dəfə bölünür də, düzdür. 8-2 yatdı, bəli. 7 dəfə, 7 cm². Deməli, politikadakı ərazinin sahəsi 7 cm²-dır. Və bizə də deyir ki, bir dama 0,25 cm²-dırsa, neçə dama 7 cm² eləyəcək? Buradan da x-i tapmaq üçün 7-ni bölürəm 0,25-ə, alıram 28 dama. Deməli, burada 28 dama olan variantı mən götürməliyəm. Buradan sayırıq, hansı uyğundur, hansı uyğundursa onu götürürük. Elə anı sayaq. Baxın, burada əgər tam dama verilibsə, tam dama, bir dama götürürük, tam dama. Amma yarım dama verilibsə, 0,5 dama olaraq götürürük və 2 yarım damanın cəmi 1 dama edir.
1, 2, 3, 4, 5, 6. Baxın, mən bu 2 damanı bir dama olaraq götürürəm. Elə adı 28 damadır. Saysaz görərsiniz ki, A variantında elə 28 dama göstərilib. Yəni bizim cavabımız da 28 damadır. Ona görə A variantı doğru. Digərlərinə baxıb vaxt itirməyin. 155. Paletkadan istifadə edərək həqiqi sahə verilib. 1350 km² olan ərazinin tərtib olunduğu xəritənin miqyasını tapın. Miqyası tapmalıyam. Həqiqi sahə verilib. Xəritdəki sahəni paletkadakı damaların sayına uyğun olaraq tapmalıyam. Əvvəl damaları sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 23 tam damadır. Bu 2 dənə yarı damanı da əlavə etsəm 24 dama götürürəm. Deməli 24 dama. Bir dama yazıram 0,25 cm²-dır. 24 dama x olacaq. X bərabərdir. 24-ü vururam 0,25-ə, yəni 4də 1-ə də belə deyə. Bu çıxır 6 cm². Tapdım ki, burada 6 cm²-dır. Və mənə miqyas lazımdır. Miqyas da necə idi? Həqiqi sahə böl xəritdəki sahəyə. Həqiqi sahə 1350-dir. Xəritdəki sahə 6 bərabərdir. 1350-ni 6-ya böləndə 2 dəfə 225 dəfə. Kök altda 225-dən kök neçə çıxır? 15 çıxmır. 15-in kvadratı 225. Deməli, mənim miqyasım olur 1 santimetrdə 15 kilometr. 15-ə 5 dənə sıfır əlavə edirəm. O olur mənim cavabım. Variantlara baxaq. Bu 6 sıfır olmaz. 1, 5 sıfır. Bəli. 1 bölünsün 1.500.000 olur mənim miqyasım. 156-cı suala baxırıq. Eyni atlasın 2 müxtəlif səhifəsində Avrasiya və Afrika materiklərinin xəritələri təsvir edilmişdir. Avrasiyadır, Afrikadır. Bax. Buna əsasən xəritələrin yerləşdikləri səhifələri tamamilə əhatə etdiyini nəzərə alaraq aşağıdakı fikirlərdən hansılarının doğru olduğunu müəyyən edin. Belə ki, bizə deyir ki, vərəqin ölçüsü eynidir. Əvvəlcə bunu bilək ki, vərəqin ölçüsü eynidir və hər ikisi, materiklərin hər ikisi varağı tam əhatə edir. Biz ilk olaraq buradan necə nəticəyə gələ bilərik? Bilirik ki, Avrasiyanın sahəsi Afrikanın sahəsindən böyükdür. Doğrudurmu? Afrika Avrasiyadan daha kiçikdir. Amma hər ikisi varaqda eyni sahəni tutursa, bu o deməkdir ki, böyük ərazi daha çox kiçilib. Yəni, indidən bunu bilək ki, Avrasiya daha çox kiçildilib. Və baxaq. 1. Avrasiya xəritəsinin miqyası daha böyükdür. Biz dedik ki, Avrasiyanın ərazisi Afrikanın sahəsindən böyükdür. Və belə nəticəyə gəldik ki, buna görə də Avrasiya daha çox kiçildilib ki, eyni ölçünü tuturlar da xəritədə. Çox kiçildilib sənə deməkdir, miqyas daha kiçikdir deməkdir. Ona görə 1 ola bilməz. Afrika xəritəsinin miqyası daha böyükdür. Bu olar. Çünki daha kiçik ölçüdə olan ərazi böyük ərazi ilə eyni yeri tutursa xəritədə, bu o deməkdir ki, kiçik ərazinin miqyası daha böyükdür. Avrasiya xəritəsində generalizasiya daha azdır, səhvdir. Böyük ərazinin generalizasiyası daha böyük olacaq. Kiçilmə. Deməli, eyni dedim ki, yəni eyni ölçülü vərəqdə təsvir olunublar. Ona görə də Avrasiya daha çox kiçilib, daha çox kiçildiyinə görə generalizasiya daha çox olacaqdır. Deməli, hansını 3'ü vurdum da 3. Afrikada generalizasiya daha azdır, bu doğrudur. Daha ərazisi daha kiçik olduğuna görə generalizasiya daha az olacaq. Hər iki xəritənin miqyası eynidir, bu səhvdir. Hər iki xəritənin miqyası eyni olsaydı, gərək onların sahələri eyni olaydı ki, eyni dərəcədə kiçildilər. Amma sahələri fərqli olduğuna görə miqyas da fərqli olacaqdır. Burada bizim cavabımız 2, 4, 156 da B variantı. Keçdi 157. Aşağıdakı diaqramda eyni ərazinin fərqli miqyaslarda tərtib olunmuş xəritələrinin divarda tutduğu sahələr verilmişdir. Hansı fikir doğrudur? Həqiqi sahə eynidir, lakin
miqyas fərqlidir və xəritədəki məsafə xəritədəki sahə fərqlidir. İndi baxaq. Buradan biz baxan kimi nə nəticəyə gəlirik? Xəritə divarda tutduğu sahə budur. Deməli, əgər ərazi eynidirsə, hansı deməli divarda daha çox sahə, daha böyük sahə tutursa, onun miqyası daha böyükdür. Daha az kiçildilib ki, divarda çox sahə tutur. Lakin ən kiçik olan o deməkdir ki, daha çox kiçildilib və miqyası da kiçikdir. Baxaq. Birinci xəritənin miqyası üçüncü xəritənin miqyasından daha böyükdür. Birinci xəritədə 4 metr kvadratı tutur. Üçüncü 6 metr kvadratı tutur. Hansı daha böyükdür xəritədə? Əlbəttə ki, 3 birdən böyükdür. Deməli, 3-ün miqyası daha böyük olacaqdır. 3-ün miqyası 1-dən daha böyük olacaq. Bizə deyirsə 1-in miqyası 3-dən böyük, bu səhvdir. İkinci xəritədə generalizasiya daha böyükdür. İkinci xəritə ən çox yer tutan ərazidir. Yəni ən böyük miqyasda tərtib olunan ərazidir. Buna görə də ən az generalizasiyaya malik olacaq. Ən çox yox. Miqyası ən kiçik olan xəritə ikinci xəritədir. Miqyası ən böyük olan 2-dir, ən kiçik olan 4-dür. Bu da səhvdir. Deməli, üçüncü xəritədəki generalizasiya ikinci xəritə ilə müqayisədə daha kiçikdir. Baxaq. 3, 2. 3-dəki generalizasiya 3 daha kiçik ərazini əhatə edir axı, daha çox kiçildilib. 3-ün generalizasiyası 2-dən daha çox, daha böyük olacaq. Yəni ona görə də səhvdir. 4-cü xəritədə ərazinin kiçiltmə dərəcəsi 1-ci xəritədən daha böyükdür. 4 budur 1. Hansı daha çox kiçildilib? Əlbəttə ki, 4 daha çox kiçildilib. Ona görə də 4-cü xəritədə ərazinin kiçiltmə dərəcəsi 1-dən daha böyükdür. Bu doğru variantdır. 158. Xəritənin miqyasının 1 bölünsün 300 min, 1 bölünsün 300 min paletqaran hər damasının 0,25 cm kvadrat olduğunu nəzərə alaraq işarələnmiş yerin həqiqi sahəsini hesablayın. Miqyas verilib. Gəlin biz xəritədəki sahəni hesablayaq da damaları sayırıq. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 24 dama var. Deməli, bir dama 0,25 santimetr kvadratıdır. 24 dama x olacaq. X bərabərdir. 24'ü 0,25'e vururam. Alıram 6 santimetr kvadratı. Paletkadakı sahə 6 santimetr kvadratıdır. Miqyası da verib həqiqi sahəni də tapırdıq. Xəritdəki sahə vur, miqyasın kvadratı. Yəni xəritdəki sahə 6 vurulsun, miqyasını da 5, 0, 3 qaldı. 3'ün kvadratı 9. 6 vur 9, 54 kilometr kvadratı 54 variantı. 59'a baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edən Greenwich və 180 dərəcəli meridianın müqayisəsini bizdən istəyir. Başlanğıc meridiandır. Başlanğıc Greenwich'dir. Beynəlxalq tarix dəyişmə sərhəddidir. Tarix dəyişmə 180 dərəcədir. Avrasiya və Antarktida materiklərlə kəsişir. Hər ikisi kəsişir həm Avrasiya, həm Antarktida ilə. Şimal buzlu və sakit okean ilə. Şimal buzlunu hər ikisi kəsir. Sakit okean. Sakit okeanı 180 dərəcəli kəsir. Greenwich Atlantik okeanı kəsir. Sakit okeanı kəsmir. Ona görə 3 gedəcək 180'ə. Yox, 4. 3 yazmışam, 4 deyim. 4, 180. 1 dərəcəli qövsün uzunluğu 111,1 km. Hər ikisi bütün meridianlarda eynidir. 1'e 1 getdi. 2'ye 2, 4 getdi. 3'e de 3, 5 getdi. 159'da variant. 160'a baxırıq. Xəritə sxemindəki təsvir üsuluna əsasən 3 şəhər, deməli 3 şəhərdə inkişaf edən sənaye sahələrini müəyyən edin. Baxaq. Yəni sadəcə 3 şəhərdə olan istəyir. Burada sahələr bölünüb, burada da adları verilir. Məsələn, Meyvə Tərəvəz şəhərdə inkişaf edib. Qusar, Quba, Xaçmaz 3 şəhərdir. Digər 2 şəhərdə Meyvə Tərəvəz yoxdur. Yəni Meyvə Tərəvəz 3 şəhərə uyğundur. Balıq emalı. Balıq emalı sadəcə Siyəzəndədir. Digərlərində yoxdur. Ona görə olmaz. Bizə 3 şəhər lazımdır. Elektrotexnika Xaçmaz və Quba 2 şəhərdədir. Yeyinti, baxaq. 1, 2, 3 şəhərdə. Quba, Şabran, Siyəzən olar.
3 şəhərdir. Yüngüldəki Qusar, Quba, Şabrandadır. 3 şəhər doğrudur. Deməli bizdə 3 şəhərdə inkişaf edən sənaye sahələri oldu. Meyvə, tərəvəz, yeyinti, yüngül. Baxın variantlara. Meyvə, tərəvəz, yüngül, yeyinti 160-da D variantı. 161. Xəritə sxemindəki təsvir üsulundan istənilən ən çox inkişaf edən, deməli ən çox sənaye sahələrinin inkişaf etdiyi şəhər. Bu necə tapırıq? Dairəvi diaqramda nə qədər çox sahə varsa, nə qədər çox sahəyə bölünübsə, bu o deməkdir ki, o qədər çox sahə inkişaf edib. Məsələn, Siyəzən 2 yerə bölünüb, 2 sahədir. Şabranda 2 sahədir. Xaçmazda 2 sahədir. Qusarda 2 sahədir. Qubada isə 4 sahədir, 4 yerə bölünüb. Deməli, ən çox sahə Quba şəhərində inkişaf eləyib. A variantı. 162. Baş miqyası 1 bölünsün 100 milyon olan dünya xəritəsində 30 şimal enliyi və 60 şimal enliyi arasındakı meridian üzrə məsafə 4 cm-dir. Xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Xüsusi miqyas nədir? Paralel və meridianlara əsasən təyin etdiyimiz miqyas idi. Digər miqyas isə baş miqyası orada verilən. Aha. Necə hesablayırıq? Miqyas, baş miqyas var. 1 santimetrdə. 100 milyonda onu kilometrə çevirirəm. 5 sıfırı silirik oradan. 1000 qalır. Yəni 1 santimetrdə 1000 kilometr. Xəritədəki məsafə verilib burada 4 santimetr. 4 santimetrdir. Aha. Burada təqiqi məsafəni belə tapmağa ehtiyac yoxdur. Bunu necə eləyirəm? Sonra verib 60 şimal enliyi və 30 şimal enliyi. Arada neçə dərəcə var? 60-da 30 çıxıram, 30 dərəcə var da. 30 dərəcəni tapmaq üçün 111-ə vururam meridian olduğuna görə. Alıram 3330 kilometr. Həqiqi məsafəni tapdım. 3330 kilometr. Meridianlara əsasən. Bizə xüsusi miqyas lazımdır. Xüsusi miqyas. Xüsusi miqyası tapmaq üçün bu aldığım 3330 kilometri, hansı ki dəqiq məsafə, bölürəm xəritədəki məsafəyə 4 santimetr verilmişdi. Ona bölürəm. Neçə olur? Hesablayaq. 8 dəfə bölündü. Aha, sonra 8, 3. 3, 2. Bu tam bölümü, yəni desən 832.5 belə cavab çıxmalıdır burada. Belədən kənarda vurum 832.5-i 4-ə. Aha, bəli. 832.5 kilometrdir. Bu miqyas kilo, yəni 1 santimetrdə 832.5 kilometr. Bunu mən miqyasa çevirəndə 1 bölünsün 832.5, 4 dənə 0 əlavə eləyəcəm. Tam vergülü itirmək üçün. Mənim miqyasım belədir. Gəlin baxım cavablara. Baxın, C variantı uyğundur. Cavab C. 63. Xəritələrdə yaranan təhriflər haqqında hansı fikir doğru deyil? Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Düzdür, ərazinin böyüklüyündən və enlikdən asılı olaraq təhrif dəyişə bilər. Yəni, bu əslində doğru fikirdir. Bizdən doğru olmayan istəyir. Meridian və paralellər arasındakı bucaqlar 90 dərəcədən fərqli olarsa, deməli bucaqlar təhrif edilib, bu doğrudur. Uzunluq təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Bu da doğrudur. Xəritələrdə bucaq təhrifi coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur. Bucaq təhrifi forma təhrifinə səbəb ola bilər. Böyük miqyaslı topografik xəritələrdə təhriflərin dərəcəsi daha böyük olur. Bu tamamilə səhvdir. Topografik xəritə təhrifin ən az olduğu xəritədir. Belə yadda saxlayırıq. Böyük miqyaslı xəritədə təhrif az olur. Yəni, təhrifin böyük olduğu xəritə kiçik icmal xəritələrdir. E variantı burada səhvdir.
164. Azərbaycanın bir bölünsün 550 min miqyaslı divar xəritəsində 40 dərəcəli paralel üzrə 45 şərq uzunluğu və 50 şərq uzunluğu arasındakı məsafə 80 sm olarsa, neçə kilometr təhrif olduğunu hesablayın. Aha, təhrifi istəyir bilsən. Necə hesablayırdıq? Miqyas verib burada. 1 bölünsün 550 min. Xəritdəki məsafədə 80 sm. Həqiqi məsafəni necə tapırdıq? Xəritdəki məsafəni vururduq miqyasa. Yəni 80-ə vururam. 1, 2, 3, 4 dənə 5, 5,5-ə. Bu da neçə eləyir? 440 kilometr edirdi, hə? 440 kilometr. Bir dənə kənarda dəqiq vururum. 440 kilometr etdi. Birinci həqiqi məsafəm 440 kilometr etdi. İndi mən koordinatlar üzrə həqiqi məsafəni hesablamalıyam. Bizdən istəyir 45 şərq uzunluğu və 50 şərq uzunluğu arasındakı məsafə. 45-50 şərq uzunluğu 40 şimal paralelində. Neçə dərəcə var? 5 dərəcə var da bunların arasında. 5 dərəcə. İndi 40 şimal enliyində mən bilirəm ki, 1 dərəcəm 85,4 kilometrdirsə, 5 dərəcə nə qədər olacaq? Yəni 85,4-ü vurmalıyam 5-ə. Kənarda hesablayıram. 5-ə. 427 kilometr alıram. Burada isə 440 almışdım. 427 kilometr, 440 kilometr. Təhrifi tapmaq üçün ikisinin fərqini 440-dan çıxıram 427-ni. 13 kilometr təhrif var. Deməli, xəritədə 13 kilometr təhrif var. B variantı. 165. Bakıdan 0 azimutla, yəni şimala 3330 kilometr məsafədə yerləşən məntəqə ilə qütb ulduzunun 30 bucaq altında göründüyü enlik arasındakı məsafə xəritədə 22,2 sm verilmişdir. Xəritənin miqyasını tapın. Bakıdan burada yəni deməli məntəqəni bizdən Bakı nisbətində göstərir. Biz əvvəlcə Bakının koordinatlarını qeyd edək. 40 şimal enliyi, 50 şərq uzunluğu. Bakı. Bakıdan 0 azimutla, yəni şimala 3330 kilometr. Meridianla 3330 kilometr neçə dərəcə idi? 30 dərəcə alırıq. Deməli, şimala 30 dərəcə gedib. 40 şimaldan 30 dərəcə şimala getsək hara çatarıq? 70 şimal enliyinə çatarıq da. Çatdı 70-ə. 70 şimal enliyinə. Bu məntəqə ilə bir A məntəqəsi var burada. Bu məntəqə ilə qütb ulduzunun 30 dərəcə bucaq altında göründüyü enlik. Qütb ulduzu harda 30 dərəcə bucaq altında görünür? 30 şimal enliyində. Cənub yarımkürəsində qütb ulduzu görünmür. Şimal yarımkürəsində də enliyin ölçüsünə uyğun olaraq görünür. 30 şimal enliyində 30 bucaq altında, 40-da 40 bucaq altında, 70-də 70 bucaq altında belə görünür. Və bu deyir ki, qütb ulduzunun 30 bucaq altında göründüyü məntəqə arasındakı fərq, yəni bu ikisi arasında. Buradan C nöqtəsi qeyd edək. Bu AC arasındakı fərq 22,2 sm verilib xəritədə. Miqyası istəyir. Miqyasın düsturu nədir? Həqiqi məsafə böl xəritədəki məsafə. Həqiqi məsafə yoxdur, bilmirəm. Amma dərəcə fərqini əhsən tapa bilərəm də. 70 şimal enliyi, 30 şimal enliyi. Neçə dərəcə fərq var ikisinin arasında? 40 dərəcə var. 40 dərəcə neçə kilometrdir? Tapıram 4440 kilometr. Yəni həqiqi məsafəni tapdım 4440 kilometr. Xəritdəki məsafəm də verilib 22,2 sm. Bunu da böləndə 200 dəfə bölünür də 200 kilometr edir. İndi bunu mən ədəd miqyasa çevirirəm. 1 bölünsün 200 yazıram. 5 dənə 0 əlavə edirəm. Neçə olur? 20 milyon. 1 bölünsün 20 milyondur bizim miqyasımız.
Baxsaq da D variantında görərik ki 1 bölünsün 20 milyon verilib. 116. Xəritə üzərindəki işarələnmiş əkin yerin həqiqi sahəsi. Həqiqi sahə verilib 112 kilometr kvadratıdır. Miqyası istəyir. Biz bu təsvirə əsasən xəritədəki sahəni tapa bilərik də. Necə sayıram? Tam kvadratları 1 olaraq sayıram. Bir də amma yarım olanların ikisini 1 sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 21, 22, 23, 24 dənə tam. Bu ikisi 25, 26, 27. Bundan bu da 28. Deməli, burada 28 dama var. Və bizə deyir ki, hər dama 0,25 cm kvadratıdır. Belə yazırıq. Bir dama 0,25 cm kvadratıdır. Burada nəsə dama rənglənib 28 dama. X santimetr kvadrat. X bərabərdir 28-i 0,25-ə vuranda 7 santimetr kvadratı olur. Hesablayıb tapa bilərsiniz. 7 santimetr kvadratı aldım xəritdəki sahəmin miqyasını necə tapırdım? Həqiqi sahə 112-ni bölürdüm xəritdəki sahəyə. 112-ni 7-yə böləndə 16. Kök altda 16-dan kök neçə çıxır? 4 çıxır. 4 kilometr çıxır. 5 sıfır əlavə edən miqyasa yazıram. 1 bölünsün 400.000 A variantı. 67. Coğrafi koordinatlara verilmiş məntəqələrdən hansılar bir-birinə daha yaxındır? Verilib A 45 şimal enliyi, 10 şərq uzunluğu, 30 cənub enliyi, 10 qərb uzunluğu. Bunları gəlin koordinat sistemində göstərək. Yəni siz də dəqiq anlaya bilərsiniz deyə. Koordinat sistemində göstərək, elə tapaq. A deməli 45 şimal enliyi, 45 şimal enliyi, 10 şərq uzunluğu. 10 şərq uzunluğu. Bu A'dır. B 45 şimal enliyi, 20 şərq uzunluğu. Eyni paralel üzərində. Bu 20 şərq uzunluğu. Bu B'dir. C 30 cənub enliyi. Düşünüm aşağıda. 30 cənub enliyi, 10 qərb uzunluğu, bu tərəfdədir 10 qərb uzunluğu. Buradan Greenwich keçir 0, 10 qərb uzunluğu. Bu oldu C. D 30 cənub enliyi, 20 qərb uzunluğu. Bu oldu D. 20 cənub enliyi hardasa buradan keçəcək. Əslində yəni belə keçməyəcək, daha çox məsafə olacaq aralarında. Sadəcə təsvirdə biraz təhriflər ola bilər. 20 cənub enliyi, 20 şərq uzunluğu. Budur. Bu da E. 5 nöqtəni qeyd etdim. Hansılar bir-birinə daha yaxın olacaq? Gəlin yoxlayaq. A, B arasında nə qədər fərq var? Eyni paralel üzərində 10 şərq uzunluğu, 20 şərq uzunluğu. Düzdür. 10 şərq uzunluğu, 20 şərq. 10 dərəcə var. 45 şimal enliyindədir. Biz də bilirik ki, paralellər ekvatordan uzaqlaşdıqca qısalırlar. Yəni 40 dərəcədə 10, yəni 40 şimal enliyində 10 dərəcə 854 kilometr eləyirsə, 45-də hardasa 800-lərdə, yəni 800 kilometr belə bir şey eləyəcək. 800, 790 kilometr belə bir şey eləyəcək. A, B. Sonra B ilə Y-yə baxaq. 45 şimal, 20 cənub enliyi. 65 dərəcə fərq var bunların arasında. Belə yaxın görülsə də xəritədə, təsvirdə. Əslində bunların arasında böyük fərq var. Ona görə B ilə Y ola bilməz. Sonra deməli C ilə D-yə baxaq. Digər iki yaxın. Bizim iki yaxın nöqtəmiz var da. Ya A, B-dir, ya da C-dir. CD 30 cənub enliyində. Yenə 10 dərəcə, 20 qərb, 10 qərb. Burada da 10 dərəcə var. 10 dərəcə, 10 dərəcə. Lakin bu 30 cənub enliyində yerləşir. 30 cənub enliyində 1 dərəcəlik qövsün uzunluğu 96,5 kilometrdir. Yəni mən bayaq demişdim, burada 800 kilometr var. Burada isə 965 kilometr olacaq. 1 dərəcəlik qövsün uzunluğunu əslində hesablayırıq və bilirik ki, 30 cənub enliyi 45 şimala nisbətən ekvatora daha yaxın yerləşdiyinə görə bu paralel daha uzundur.
Və beləcə müəyyən eləyirəm ki, C və D arasındakı məsafə 965 kilometrdir. A, B arasında hardasa 800 metrə, kilometr daha doğrusu, kilometrə yaxında. Beləcə hansı daha qısadır, hansı bir-birinə daha yaxındır? Beləcə A, B, C, D-yə nisbətən bir-birinə daha yaxındır. Ona görə də mən burada A, B-ni cavab olaraq götürməliyəm. A və B. 168. Dünya əhalisinin say nisbətini göstərən anamorfoz xəritədə hansı ölkə daha böyük ölçüdə göstərilir? Anamorfoz xəritələr, yəni kəmiyyət göstəricilərinə görə hansı ölkə daha çoxdursa, o daha böyük olacaq. Yəni əhali ən çox hardadır? Bu variantlardan ən çox Çindədir. Çin, Hindistan bu xəritədə fərqlənəcək. Çin verilib. Əvvəlcə əhalinin say nisbətini göstərən xəritədə bu 5 ölkədən Çin daha böyük ölçüdə görünəcək. 169. Xəritədə hansı təsvir üsullarından istifadə olunmamışdır? Deyir, olunmamışdır. Baxaq. Keyfiyyət fonu üsulu varmı? Baxın, rənglərə. Rənglər dəyişir. Rənglər yağıntının miqdarının dəyişməsini bizə göstərir. Rənglər varsa, keyfiyyət fonu var. Hərəkət xətləri üsulu. Baxırıq. Küləyin istiqaməti göstərilib. Küləyin istiqaməti, oxlar varsa hərəkət xətlərdir. İzoxətlər üsulu. Diqqətlə baxsaq görərik ki, burada izoterimlər var da. 50 izoterimlər göstərilir. Baxın, qırmızı xətlə 10 dərəcə var burada. 2 dərəcə var, 6 dərəcə var. İzoterimlər var. Nöqtələr üsulu. Nöqtə görürük burada, nöqtə görmürük. Kartodiaqram. Kartodiaqram var, diaqram da yoxdur. 4-5 burada istifadə olunmuyor. 170. Paletkada hüdudlanmış ərazi 52 dəmana əhatə edirsə, miqyası 1 bölünsün 600 min olan xəritədə onun sahəsi nə qədər olar? 52 dəmanın 1 santimetrə bərabər olduğunu tapmalıyıq. Demişdik 1 dama 0,25 santimetr kvadratıdır. 52 dama x olacaq. X bərabərdir 52-ni 0,25-ə vurmaq, yəni 4də 1-ə vurmaq. 52-ni 4də 1-ə vuranda 13 santimetr kvadratı eləyəcək. Həqiqi sahə nə istəyir? Həqiqi sahə bərabərdir. Xəttdəki sahə vur, miqyasın kvadratı. Xəttdəki sahə 13-dür. Miqyasımız da 5 0-ı silsə qalır 6. 6-nın kvadratı edir 36. Deməli 13-ü 36-ya vuranda neçə eləyir? Kənarda vurun. ...468 kilometridir. 468 kilometr kvadratı eləyəcək. Bu da D variantı. 171. Verilən ərazinin eyni ölçülü vərəqdə təsvir olunan xəritələrini onlarda aparılan generalizasiyanın azalma sırası ilə sıralayın. Varaq eynidir. Baxın, fərqli ərazilərin sahəsi verilib. Varaq eynidirsə, deməli, böyük ərazi daha çox kiçilib. Bu, yəni, böyük ərazi daha çox generalizasiyaya məruz qalıb, kiçik ərazi daha az generalizasiyaya məruz qalıb. Və bizdə generalizasiyanın azalma sırasını istəyirsə, böyük ərazidən kiçik əraziyə gedirik. Azərbaycan, Bakı, Dünya, Xəzər, Afrika. Ən böyük hansıdır? Dünya. Sonra gələcək Afrika, sonra Xəzər dənizi, sonra Azərbaycan, sonra Bakı. 3, 5, 4, 1, 2 A variantı. 172. Aşağıdakı A, B və C xəritələri eyni ərazini təsvir edir. C xəritəsinin miqyasının 1 bölünsün 1 milyon olduğunu bilərək B və A xəritələrinin miqyasını müvafiq olaraq hesablayın. Bizə verib C-nin miqyasıdır. Deməli, bunlar əslində həqiqətdə eyni ərazidir. Lakin miqyas fərqlidir, daha çox kiçilməyə məruz qalıb, ona görə fərqli şəkildə təsvir olunur. Burada miqyas 1 bölünsün 1 milyondur. Və məndən bu ikisinin miqyasını istəyir. Həqiqi sahə eynidir. Gəlin təqribi xəritdəki sahə. Məsələn, buna deyim, buna 1 santimetr kvadratı, bir dənə. Deyək, bu 1. Bu olsun 4 santimetr kvadratı, məsəl üçün. Belə deyək, A, B-dən 4 dəfə çox kiçilməyə məruz qalır. Bu da olsun 16 santimetr kvadratı. Və bizdə miqyasın düsturu necə idi sahədə? Miqyasın kvadratı.
Deməli, tutaq ki, bunu da kilometrə çevirim, işləməyə rahat olsun. 10 kilometr. Peki 16 santimetr kvadratı 10 kilometr kvadratıdır miqyasda. Mənə lazımdır 4 santimetr kvadratı x miqyas. Bir də 1 santimetr kvadratı x miqyasda. Və fikir verin 4 dəfə kiçilib. 16 sant, daha doğrusu yəni 16 santimetr kvadrat idi. Sonra 4 santimetr kvadrat olub. Sonra 1 santimetr kvadrat olub. Yəni xəritədəki sahə, yəni B C-dən 4 dəfə kiçik idi, A B-dən 4 dəfə kiçik idi. Yəni xəritədəki sahənin kiçilmə dərəcəsi miqyasın kiçilmə dərəcəsi ilə eynidir əslində. Yəni biz hesablasaq, görərik ki, bir xəritədə miqyasın dərəcəsi nə qədər, neçə belə də kiçilmə dərəcəsi nə qədərdirsə, xəritədəki sahənin də kiçilmə dərəcəsi o qədərdir. Yəni əgər bu C-dir, bu B-dir, bu A-dır. B C-dən 4 dəfə kiçikdirsə, deməli B-nin miqyası da C-nin miqyasından 4 dəfə kiçik olmalıdır. A B-dən 4 dəfə kiçikdir, bu 1-dir, bu 4-dür. Deməli A-nın miqyası da B-nin miqyasından 4 dəfə kiçik olmalıdır. Və miqyasın kvadratı 4 dəfə kiçik olmalıdır ya. Baxın, sahədə biz nə dedik? Miqyasın kvadratı. Miqyasın kvadratı 4 dəfə kiçik olmalıdırsa, onda miqyas nə qədər kiçik olmalıdır? 2 dəfədə, yəni 4 neçənin kvadratıdır? 2-nin kvadratıdır. Yəni miqyasın kvadratı 4 dəfə kiçikdirsə, miqyas özü 2 dəfə kiçik olmalıdır. Yəni B-nin miqyası C-dən 2 dəfə kiçik olmalıdır. A-nın miqyası B-dən 2 dəfə kiçik olmalıdır. C-nin miqyası mənə verib 1 milyon. C 1 milyondur. Dedim B-nin miqyası C-nin miqyasından 2 dəfə kiçik olmalıdır. 1 milyonun 2 dəfə kiçik miqyas neçədir? 1 bölünsün 2 milyondur. Deməli mən tapıram ki, B-nin miqyası neçədir? 1 bölünsün 2 milyon. Çünki B C-dən 2 dəfə çox kiçilib. Əslində 4 dəfə çox kiçilib miqyas. Sadəcə sahədə miqyasın kvadratını biz hesabladığımıza görə 4, yəni miqyasın kvadratı yazdım 4, miqyas özü 2 dəfə kiçilməlidir. Hesablama eləyəndə onsuz da biz bu 2-ni miqyasın kvadratı yüksəldib hesablayacağıq. Yəni 2 milyondursa hesablayanda 4 milyon hesablayacağıq. 4 milyondursa hesablayanda 4-ün kvadratı 16 ilə hesablayacağıq. Sahənin düsturunda. Ona görə də C 1 bölünsün 1 milyondursa B olacaq 1 bölünsün 2 milyon. Kvadratda olacaq 1 bölünsün 4 milyon. Amma miqyas özü olacaq 1 bölünsün 2 milyon. Yəni B'nin miqyasını biz tapırıq 1 bölünsün 2 milyon. Sonra dedim A-da B-dən 2 dəfə kiçik olmalıdır. Kvadratda miqyasın kvadratına görə 4 dəfə kiçik olmalıdır A-B-dən. Amma miqyasın özünə görə 2 dəfə kiçik olmalıdır. Yəni B-ni mən 1 bölünsün 2 milyon tapdımsa, A-da olacaq 1 bölünsün 4 milyon. Və cavablara baxanda da burada A variantı uyğun gəlir. Məsələn, B variantı ilə qarışdıra bilərsiniz. Nəyə görə? 4 milyon, 16 milyon. Məsələn, 1 milyondan mən dedim axı miqyasın kvadratı 4 dəfə kiçik. 4 dəfə kiçiyə görə 1-i 4-ə vurarsınız, 4 milyon yazarsınız. Sonra 4-ü 4-ə vurub 16 milyon yaza bilərsiniz. Amma belə deyil. Əgər məsafə istəsəydi, bu cürə gedərdik. Amma sahədən söhbət getdiyinə görə bu miqyasın kvadratını unutmuruq və biz miqyası elə tapırıq ki, hesablamada onun kvadrata yüksəlmiş formasından hesablayaq. Ona görə də bizdə B olacaq 1 bölünsün 2 milyon, A olacaq 1 bölünsün 4 milyon. 173. Sahəsi 8,9 min kvadratı olan Şəki-Zaqatala iqtisadi rayonunun dairəvi diaqram qurularkən ayrı ərazinin faiz göstəricisi və uyğun sektor bucağına müvafiq olaraq nə qədər olar? Sektor bucağının hesablanması. Hansı üsulla hesablayırıq sektor bucağını, onu göstərək. Burada biz Azərbaycan ümumi sahəsinə görə hesablayırıq. Azərbaycan ümumi sahəsi bilirik ki 86,6 min kilometr kvadratıdır. Bizdən Şəki-Zaqatalanın sahəsi verib ki 8,9 min kilometr kvadratı. Əvvəlcə faiz göstəricisi. Faiz göstəricisini necə tapırıq? 8,9 min 86,6 minin neçə faizidir? Yəni 8,9 min vurulsun 100 faizə bölünsün 86,6 minə. Bildiyimiz faiz düsturu.
Faiz düsturuna əsasən deməli ədədin neçə faiz olduğunu tapmaq üçün 100-ə vurub ümumi ədədə bölürük. 8,9 mini 100-ə vururam, 86,1000-ə 86,6 bölürəm. Buradan ixtisalara aparaq. Yəni 890-ı bölməliyəm 86,6-ya. Bölürəm 890 böl 86,6-ya. Burada hardasa alınır 10,27 alınır, yəni qalıqlı 27%. Və cavablarda 10,3 var. Yəni bizim cavabımızda 10,3% olacaq. Bu faiz göstəricisidir. Sonra sektor bucağının tapılması necədir? Deməli, tam bucağın dərəcəsi neçədir? 360 dərəcədə. Yazıram 360 dərəcə ümumi sahə. Deməli, ümumi sahə tam bucaq olaraq götürülür. X dərəcə 8,9000 kilometr kvadratı. Yəni tam bucaq 86.000-dirsə, neçə bucaq bu şəkildə qatalan sahəsi olur? 86,600 vurulsun x 360 vur 8,9000. Bunu da hesablayırıq. Baxın bu formada. Hesablayırıq. Və mən bunu kalkulyatorun köməyi ilə hesabladım. 36,99 dərəcə aldım. Cavabda isə 37,1 verilib. Yəni buna ən yaxın olan dərəcəni götürürəm. 37,1 dərəcəli bucağı əhatə edir. Bu yəni şəkildə qatalan sektor bucağı 37,1-dir. Necə hesabladım? 360 dərəcəyə tam sahəni yazıram. X dərəcəyə bizdən istənilən sahəni yazıram. Nisbətlə həll edirəm. Deməli 10,3% göstəricisi 37,1 sektor bucağıdır. D variantı. 174. Fərqli enliklər üzərində eyni vaxtda hərəkətə başlayan 3 təyyarə paralel xətləri boyunca uçaraq yer kürəsini eyni vaxtda tamamlamışlar. Aşağıdakı diaqramda verilmiş təyyarələrin sürətinə əsasən onların hansı enlikdə uça biləcəklərini müvafiq olaraq təyin edin. Deməli, ekvatordan uzaqlaşdıqca paralellərin uzunluqları azalır. Yəni ekvatordan uzaqlaşdıqca qısalır paralelləri. Məsələn, 40 dərəcəli paralel 20 dərəcəli paraleldən daha qısadır. 60 dərəcəli paralel 40 dərəcəli paraleldən daha qısadır. Ona görə də təyyarə hərəkət edərkən hansında dövrəni daha tez başa vurar? Əlbəttə ki, daha qısa paraleldə daha tez başa vurar da. Lakin burada deyir ki, eyni vaxtda tamamlayıblar, eyni vaxtda başa vurublar. Və bu o deməkdir ki, onların sürətləri fərqlidir. Və necə fərqlidir? Ekvatora yaxın olan paralel daha uzun olduğuna görə ekvatora yaxın ərazidə uçan təyyarə daha sürətlə uçmalıdır ki, daha çox ərazi gedəcək axı, daha çox məsafə qət eləyəcək. Yəni ekvatora yaxın olan paraleldə hərəkət edən təyyarə, uçan təyyarə daha çox sürətlə hərəkət etməlidir. Lakin ekvatordan uzaqda olan, qütblərə yaxın olan enliklərdə uçan təyyarə daha az sürətlə gedəcək. Və burada da sürətin nisbətinə baxaq. Ən sürətli hansıdır? 1-dir də. Deməli, ekvatora ən yaxın bu olacaq. Sonra ekvatordan biraz uzaqda 3 olacaq. Ən az sürətli isə daha çox qütbə yaxın olacaq ki, yəni paralel daha qısa da daha tez, daha aşağı sürətlə başa vuracaq. Və bizdən təqribi hansı enliklərdə ola bilər onu istəyir. Bir dedik ki, ekvatora ən yaxın paralel. Yəni ən uzun, bu üçündən ən uzun paralel birincidir. Çünki ən uzun olduğuna görə daha çox sürət lazımdır bunu tamamlamağa. Yəni bir ən uzun paralel, baxırıq 60, 40, 20 hansı daha uzundur? Əlbəttə ki 20 daha uzundur da. 20 40-dan uzundur, 40 60-dan uzundur paraleldə. Qaldı B və C. Ən kiçiyi hansıdır dedi? Yəni belə deyək də ən kiçik paralel ən aşağı sürətlə hərəkət olunan paraleldir, yəni 2. 2 qütbə daha yaxın olandır. 20, 40, 60-da əlbəttə ki 60 şimal enliyi olacaq. 2, 60, baxın. Deməli, bu da getdi. 3-dəki orta enlikdə, yəni orta sürətlə gedir, 40 olacaq. Ən uzun paralelin sürəti ən çox olacaq, 20.
Ən qısa paralelin sürəti ən qısa olacaq 60, mülayim enlikdə uçan təyyarədə orta sürətlə uçacaq 40. C variantı. 175. Kartometrik təhlilə aid deyil. Azimut bucağın hesablanması. Kartometrik təhlilə biz nə demişdik? Bütün hesablamalar, dərəcə toru, koordinat, miqyas, bütün məsələlər kartometrikdədir. Azimut bucağın hesablanması kartometrik aiddir. Məntəqənin mütləq hündürlüyünün tapılması kartometrik aiddir, çünki hündürlüyün tapılması deyir. Əkin sahələrin ölçülməsi, ölçmə işi də kartometrikdədir. Çayın uzunluğun tapılması kartometrikdədir. Bitki və heyvan aləminin müxtəlifliyinin təyin edilməsi. Burada bizə hər hansı bir hesablama məsələ lazımdır, məsələ həlli, xeyr. Bunu vizual təhlilə əsasən biz tapırıq. Bitki və heyvan aləminin müxtəlifliyinin təyini bunu vizual təhlilə əsasən tapırıq, kartometrikə aid deyil. 176. Yer səthində düzbucaqlı şəklində olan əkin yerinin sahəsi 150 km²-dır. Əkin yerinin təsvir olunduğu xəritənin miqyası 1/500 mindir. Paletkada neçə dənə adamı olar? Xəritdəki sahəni necə tapırdıq? Həqiqi sahə böl miqyasın kvadratını. Yəni, həqiqi sahə 150-ni bölürəm. 5 sıfırı buradan silsəm 5 kilometr. 5'in kvadratı 25. 150 25'ə neçə dəfə bölünür? 6 dəfə bölünür. Bəli. 6 dəfə. Xəritdəki sahəni tapdım 6 cm². Paletkada bilirəm ki, bir dama 0,25 cm²-dır. Bən neçə dama 6 cm² olacaq? Bunu yəni alt-alta yazıb hesablayanda x-i alıram ki, 6'nı 0,25'ə bölürəm, yəni 4'ə vururam. 6 vur 4, 24 dama. 6 cm² paletkada 24 damanı tutur. A. 177'yə baxırıq. 60 şimal enliyində yerləşən şəhərlərdən Sankt-Peterburqun coğrafi uzunluğu 30 şərq uzunluğu, Helsinki 25 şərq uzunluğu, Oslo 11 şərq uzunluğudur. Sankt-Peterburq ilə Helsinki arasındakı ən qısa məsafənin 279 kilometr olduğunu bilərək, Oslo və Helsinki arasındakı ən qısa məsafəni hesablayın. Deyəsən, belə bir məsələ var idi bu tip, bu bölmədə həll etmişdik. Bizə deyir ki, 60 şimal enliyində yerləşir hər üç məntəqə. Oslo 11 şərq uzunluğudur. Oslo. Helsinki 25 şərq uzunluğudur. Sankt-Peterburq 30 şərq uzunluğudur. Təsvir etdik. Sonra deyir ki, Sankt-Peterburqla Helsinki arasındakı ən qısa məsafə 279 kilometrdir. Oslo və Helsinki arasındakı məsafə nə qədər olur? Oslodan Helsinki olan məsafəni istəyir. Bunu necə hesablayırıq? 60 dərəcədə 1 dərəcəlik qövsün uzunluğunun neçə kilometr olduğunu unutmuşuq tutaq ki. Və bizə verib Helsinki və Sankt-Peterburq 279 dərəcə. Neçə dərəcə? 25 şərq, 30 şərq. Neçə dərəcə var arada? 5 dərəcə fərq var. Və biz yazırıq ki, 5 dərəcə 279 kilometrdir. 5 dərəcə 279 kilometrdirsə, tapaq 1 dərəcə neçə kilometr olardı? 60 şimal enliyində. 5x bərabərdir 279, x bərabərdir 55,8 kilometr. 60 şimal enliyində aldıq ki, 1 dərəcə 55,8 kilometrdir. Sonra baxırıq Oslo və Helsinki arasında neçə dərəcə var? 15 şərq, 25 şərq. 14 dərəcə var arada, 14 dərəcə. Yazıram, 1 dərəcə 55,8 kilometr idi. 14 dərəcə x kilometr olar. X bərabərdir 14 vur 55,8'ə. Beləcə vurub tapırıq ki, neçə kilometr eləyir? 55,8'i vururuq 14'ə.
Alırıq 781,2 kilometr. Yəni bu da Oslodan Helsinkiyə olan məsafə 781,2 kilometr tapdıq. Baxaq. A variantında verilib 781,2 kilometr. Sonra 178. Gürcüstanın aşağıdakı verilmiş miqyaslarla olan xəritələrindən hansılarının divarda tutduğu sahə kiçik olar? Divarda tutduğu sahənin kiçik olması üçün miqyas kiçik olmalıdır. Miqyas nə qədər çox kiçikdirsə, o qədər az sahə tutur. Yəni buradan ən kiçikləri biz götürürük. 2 milyon var, 600 min, 300 min, 550 min, 3 milyon, 500 min, 1 milyon. Ən kiçiklər hansıdır? Ən kiçiyi 3 milyon 500 mindir. Sonra 2 milyondur, sonra 1 milyondur. 1, 5, 6 E variantı. Digərləri orta miqyaslıdır, daha çox sahə tutacaq. Amma 1, 5, 6 daha az sahə tutar, çünki kiçik miqyaslı xəritələrdir. 179. Coğrafi koordinatları 85 şimal enliyi və 95 şərq uzunluğu olan məntəqədən yerin mərkəzindən keçməklə ox keçirilərsə, onun digər ucu harada çıxacaq? Deməli, hansı məntəqələrdə çıxacaq? 85 şimal enliyi və 95 şərq uzunluğu. Bu tip məsələdə yerin mərkəzindən ox keçirilirsə, paralel yarımkürəni dəyişdirir sadəcə. Başqa heç nə. Məsələn, 85 şimaldan keçirilən ox çıxır 85 cənubdan. Rəqəm dəyişmir, yarımkürə dəyişir. Yəni 85 şimaldan keçirilirsə 85 cənubdan çıxacaq. 85 şimalları burada çıxırıq, 85 cənubları saxlayırıq. Sonra deyir 95 şərq uzunluğu. 95 şərq uzunluğundan keçirilən, deməli yenə də şərq uzunluğunu çeviririk qərb uzunluğuna. Sonra 180-dən 95-i çıxırıq. 95 qərb uzunluğu qalmır ha. 180-dən çıxırıq 95-i, alırıq neçə? 85, düzdür? 85. 95-dən 85 gəlir, 180 eləyir. Uzunluqda isə 180-dən çıxırıq, sonra yarımkürəni dəyişdiririk. Və 95 şərq uzunluğundan keçirilən ox çıxır 85 qərb uzunluğundan. Və C variantı 85 cənub enliyi, 85 dərəcə qərb uzunluğu olur bizim cavabımız. 180. Silindrik proyeksiya ilə tərtib olunmuş xəritələrdən hansı iki məntəqə arasındakı məsafə təhrifi yoxdur? Məsafə təhrifi yoxdur deyir. Silindrik proyeksiya deyirsə, ekvatorda təhrif yoxdur. Və biz ekvatorda olan məntəqə, baxın, enlilər verilib. Ekvatorana 0 dərəcə. Deməli, bu paralel üzərində olan məntəqələr arasında təhrif olmayacaq. K və L-də təhrif olmayacaq. Ekvatordan uzaqlaşdıqca təhrif artacaq. Ekvatorun üzərində yerləşən məntəqələrdə təhrif olmayacaq. 181. Xəritənin xüsusi miqyasına əsasən K və L məntəqələri arasındakı ölçülmüş məsafə 25 cm-dir. Xəritədəki məsafə 25 cm-dir. Deməli, bu məntəqələrin yerləşdiyi coğrafi millər arasındakı dərəcə fərqi 20 dərəcə. Xəritədəki məsafə təhrifi 10 km-dir. Məntəqələrdəki məsafə eyni meridian üzərində yerləşdiyi nəzərə alaraq baş miqyası təyin edin. Baş miqyası istəyir. Baxaq. Deyir ki, eyni meridian üzərindədir. Yəni, eyni meridian üzərində fərqli paralellərdə yerləşir və 20 dərəcə var burada. Meridianda 20 dərəcə nəsə kilometrdir. Vururam 111-ə. 2220 kilometr. 2200 kilometr, təhrif də deyir 10 kilometrdir. Təhrif 10 kilometrdirsə, həqiqi məsafə 2220 kilometrdirsə, üzərinə 10 gəlirəm. 2230 kilometr alıram. Yəni təhrif olub da, proyeksiyaya, xəritəyə götürüləndə təhrif yaranıb. Olub 2220 kilometr. Və məndən miqyası istəyir. Miqyasın düsturu nə idi? Həqiqi məsafə böl xəritədəki məsafə. Həqiqi məsafə dedim 2230. Yəni təhriflini burada hesablamalıyım. 25 cm xəritədəki məsafədir. 2230-u bölürük 25-ə. Səkkiz, 220, 200, 230 da istəvə bölünür. 9, 225, 2. 89,2 aldım.
89,2 kilometr bizim miqyasımızdır. Yəni 1 santimetrdə 89,2. Bunu necə yazmalıyam? Ədədi miqyas olaraq yazsam 809,2 5 0 vergül olduğuna görə 4 0 əlavə edirəm. 8.920.000 miqyasımızdır. Baxaq var cavab. Aha, C variantı. Neçəyə baxırıq? 183-yə baxırıq. Sxema əsasən M nöqtəsindən hərəkətə başlayan təyyarə, M-dən hərəkətə başlayan təyyarə 6105 kilometr məsafə qət edərək N nöqtəsinə çatmışdır. Bu məsafə K nöqtəsindən hərəkətə başlayıb N nöqtəsinə çatan təyyarənin qət etdiyi məsafədə neçə kilometr çoxdur? Əvvəlcə mən tapmalıyam ki, M-dən N-ə bu 6105 kilometr neçə dərəcədir? Neçə dərəcə olduğunu tapıb digərində tətbiq etməliyəm. Yəni 6105 kilometr. Mən bilirəm ki, 1 dərəcə ekvatorda 111 kilometrdir. Yazıram 6105, yazıram x dərəcə 6105 kilometrdir. Yəni 6105-i də bölürəm 111-ə. 5 dəfə bölünür, 555 çıxsam, yenə 5 dəfə. 55 dərəcə edir. Deməli, M-dən N-ə gedən təyyarə 55 dərəcə məsafə qət edir və görürəm ki, eyni meridiyandadır hər ikisi. Deməli, K-dan da L-ə gedən təyyarə 55 dərəcə məsafə qət edir. Amma neçə kilometr? Onu bilmirəm. 40 dərəcəli paraleldə 55 dərəcə neçə kilometrə bərabər olduğunu tapmalıyam. Bilirik ki, 1 dərəcə 40 dərəcə şimal enində 85,4 kilometrdir. 55 dərəcə x olar. X bərabərdir. Deməli, 55-i vururuq 85,4-ə. Kənarda vururam 55-i 85,4-ə. 46.970. Yox, 4697. Bu da edir 4697 kilometr. Və deyir neçə kilometr çoxdur? 6105 4697-dən neçə kilometr çoxdur? 1408 kilometr çoxdur. Baxın 1408 aldıq. O cavabda var. 1408 kilometr çoxdur D variantı. Baxırıq 183-ə. A nöqtəsindən hərəkətə başlayan təyyarə şərq istiqamətdə 4697 kilometr uçaraq, baxın, bayaq biz 4697-ni tapmışdıq 55 dərəcə. Heç hesablamadan yenə yazaq ki, 55 dərəcə uçub da bu. Çünki 182-də biz 4697-ni 55 dərəcə olaraq tapdıq. B nöqtəsinə çatıb C nöqtəsindən hərəkətə başlayan təyyarə 7,5 saat uçub və onun orta sürətini hesablayım. 55 dərəcə getdiyini bilirəm. 55 dərəcə. Bu da 55-dirsə, yenə də 55 dərəcə gedib. Bəs ekvatorda 55 dərəcə neçə kilometrdir? Bayaq tapdım. 6105 kilometr hesablamadan. Çünki yəni 182 bunu niyə görə hesablamıram? Çünki 182-də eyni rəqəmləri hesablamışam. Yəni ona görə 182-də hesablamaya baxaraq 182 yaza bilərsiniz. Deməli nə qədər gəlib? 55 dərəcə 6105 kilometr gəlib. 7,5 saat 6105 kilometr uçan təyyarənin sürətini bizdən istəyir. Bunu necə hesablayıram? Sürətin düsturuna əsasən. Sürətin düsturuna da V bərabərdə S bölüdə. S məsafə tez zaman. V bərabərdə 6105 bölürəm 7,5-ə. Bu da mənə verir kənarda 6105-i 7,5-ə bölsəm. Bu bizə verir 814 kilometr böl saat. Deməli bu təyyarə 814 kilometr saatla getməlidir ki, 6105 kilometr 7,5 saata qət etsin C variantı.
Sxemə əsasən K nöqtəsindən hərəkətə başlayan təyyarə K. Burada əslində ABCD verilmişdi. Sonra da mən rəqəm hərfləri düzəltmişəm. K nöqtəsindən 2989 kilometr qət edərək E nöqtəsinə çatıb. Bu məntəqə M nöqtəsindən hərəkətə başlayıb E-nə çatan təyyarənin qət etməsi kilometr azdır. Eynən 182-dir bu. Eynən. Deməli 40 dərəcəli paraleldə 2989 kilometr gedir. Və biz tapmalıyıq ki, 40 dərəcəli paraleldə bilirik ki, 1 dərəcə 85,4 kilometrdir. Tapmalıyıq x dərəcə 2989 kilometr. X-i tapsam, yəni 2989-u bölməliyəm 85,4. Otuz beş dərəcə. 35 dərəcə, yəni təyyarə buradan bura 35 dərəcə gedib. Deməli, buradan da bura 35 dərəcə getməlidir. İndi mən tapmalıyam ki, 35 dərəcə ekvatorda neçə kilometrə bərabərdir. Və ekvatorda bilirəm ki, 1 dərəcə 111 kilometrdir. Yazıram 35 dərəcə x kilometr. 35-i də vursam 111-ə, mənə verəcək 3885 kilometr. Və deyir, və bu iki məsafənin fərqini istəyir də, bundan bunun fərqini istəyir. 3885-dən çıxıram 2989-u. 6, 9, 8, 896 kilometr. Bakın 896 kilometr burada olur A variantı. 185. Silindrik kartoqrafik proyeksiyada ən az təhrif olan coğrafi obyekt silindrik proyeksiyada ekvatorda yerləşən ərazidə təhrif, yəni ekvatora ən yaxın yerləşəndə təhrif yoxdur. Baxırıq. Qvineya körfəzi ekvator kəsir. Burada təhrif az olacaq. Qrenlandiya qütbdədir. Kola qütb. Vaşyuqan bataqlığı da həmçinin ekvatordan uzaqdadır. Kanada arxipelaqı da ekvatordan çox uzaqdadır. Qvineya körfəzində təhrif çox az olacaq. Ya da heç olmayacaq bəlkə də. Açıq tipli test tapşırıqlarına keçirik. 186-cı sual. Qütb ulduzunun 30 dərəcə bucaq altında göründüyü Qahirə şəhəri ilə 23,5 şimal enliyi arasındakı ən qısa məsafə neçə kilometr olduğunu tap. Qütb ulduzu harda 30 bucaq altında görünür? 30 şimal enliyində. 30 bucaq altında görünəcək. Və bizdən 30 ilə 23,5 arasındakı məsafəni istəyir də. Eyni yarımkürədə olduğuna görə, bu dedim 30 dərəcə, yəni qütb ulduzunun görünməsi. Eyni yarımkürədə olduğuna görə fərqi tapıram. 30-dan 23,5 çıxıram, alıram 6,5. Daha sonra bu 6,5-i 1 dərəcəlik qövsün uzunluğuna 111 kilometrə vururam. Və kənarda vururam, baxıram, yəni 111-i 6,5-ə vuranda neçə eləyir? Baxıram ki, eləyir 721,5 kilometr. Bu da bizim cavabımız olur. Sonra 187. Antarktida materiki aşağıdakilərdən hansıları ilə kəsişir? Cənub tropiki ilə kəsişmir. Cənub qütb dairəsi Antarktidanı kəsir. Qrim islində də kəsir, 180 dərəcədə kəsir. 5, şimal tropik və ekvator kəsmir. 2, 3, 4. Antarktidanı kəsir. Cənub qütb dairəsi 180 dərəcəli meridian və Greenwich meridianı. 188-ə baxırıq. Sankt-Peterburg şəhərinin coğrafi uzunluğu 30 şərq uzunluğu. Oslo şəhərində isə 10 şərq uzunluğudur. Bu şəhərlərin 60 şimal enliyində yerləşdiyini bilərək onlar arasında ən qısa məsafəni hesablayın. Hər ikisi şərq yarımkürəsində olduğuna görə fərqi tapırıq. 30-dan 10-u çıxıram, qalır 20 dərəcə. Və 1 dərəcə 55,8 kilometrdirsə, 1 dərəcə. Mənə lazımdır 20 dərəcə. 20-ni vururam 55,8-ə. Neçə alıram? Səhv etmirəmsə 116 kilometr olmalıdır. 189. Sxemə sizdən A və B məntəqələrinin yerləşdiyi paralel çevrəsinin A
deməli, uzunluqları verilib. A 35 qərb uzunluğudur, B 35 şərq uzunluğudur. Və bu paralel çevrəsinin, bilmirəm hansı paraleldirsə, bunun ümumi uzunluğu 32400 kilometrdir. Məntəqələr arasında qısa məsafəni necə hesablayırıq? Bu 32400 ümumi çevrənin uzunluğudur. Yəni 360 dərəcə 32400-dür. 1 dərəcə x kilometr. Mənə 1 dərəcə lazımdır. Yəni 32400-ü bölürəm 360-a. Ne çaldıram burada? Aha. 90 derece. Yo 90 kilometr. 90 kilometrdə düzdür. 90'a 36'ya vursam 4'dən 6 54 4 5 7 27 bəli. 90 kilometr. Və 1 dərəcə 90 kilometrdir. Bunu tapdım. İndi A B arasındakı məsafə 35 fərqli yayımkürə toplayıram, olur 70. 1 dərəcə 90 kilometrdirsə 70 dərəcə x kilometr olacaq. X'i də 90'a vururam 70'e. Alıram 6300 kilometr. Cavab burada olur 6300 kilometr. 190. Sxema əsasən A və B məntəqələri üçün eyni əlamətlər seçin. A yerləşir 70 şimal enliyi 170 şərq uzunluğu, B yerləşir 60 şimal enliyi 170 qərb uzunluğunda. Ekvatordan olan məsafələri eynidir. B nöqtəsi ekvatordan 60 dərəcə məsafədədir. A nöqtəsi 70 dərəcə məsafədədir. Deməli, bunların məsafəsi fərqlidir. Cənub yarımkürəsindədir. 50, 60, 70 şimala doğru dərəcə artır, şimal yarımkürəsindədirlər. Qütblərdən olan məsafəsi eynidir. A qütbdən 20 dərəcə məsafədədir, B isə 30 dərəcə məsafədədir. Səhvdir. Şimal, hər ikisi şimal yarımkürəsindədir, ekvatordan şimalda. Qrinviç meridianına olan uzunluq fərqləri eynidir. Hər ikisi Qrinviçdən 170 dərəcə uzunluq fərqində yerləşirlər. Burada cavab olur 4 və 5. 191'e baxırıq. Silindrik konus və azimutal proyeksiya 3 proyeksiya verilir və biz ona uyğun cümlələri qeyd etməliyik. A. Sıfır təhrifli xətt ekvator xətti hesab olunur. Ekvatorun sıfır təhrifli xətt hesab olunduğu proyeksiya silindrik proyeksiyadır. Paralellər qövsvari formada, meridianlar isə bir nöqtədən şaxələnən xətlər kimi təsvir olunur. Bu aiddir konus proyeksiyasına. Kürənin hər hansı bir nöqtəsi müstəviyə toxunur ki, toxunma nöqtəsində təhrif olmur, kənarlara doğru təhrifin dərəcəsi artır. Toxunma nöqtəsində təhrif olmursa, kənarlara doğru artırsa, bu azimutal proyeksiyadır. Tərtib olunduğu xəritələrdə bütün təhriflər aradan qalxır. Bu proyeksiyaların heç birində bütün təhriflər aradan qalxmır. Sadəcə bütün təhriflər azaldılır. Amma aradan qalxma olmadığına görə də heç birinə getmir. Yerin modelinin tərtib olunmasında istifadə olunur. Yerin modelinin bilirik ki, yəni qlobusda tərtib olunur. Yəni proyeksiya yerin modelinin tərtib olunmasına aid deyil. 192. A və B məntəqələri 40 dərəcə şimal enliyində, 5 qərb uzunluğu və 10 şərq uzunluğunda yerləşir. Eyni paraleldə yerləşirlər, uzunluqları fərqlidir. K və L məntəqəsi isə müvafiq olaraq 5 qərb uzunluğu və 10 şərq uzunluğunda yerləşsələr də, yəni K və L də A ilə B ilə eyni uzunluqlarda yerləşirlər, ekvatorun üzərindədirlər. K və L arasındakı məsafə A və B məntəqələri arasındakı ən qısa məsafədən neçə kilometr çoxdur? Baxaq. A, B olsun. Belə eləməyək. A, B yazım bura 40 şimal enliyi. Bir dənə də çəkirəm ekvator 0. A 5 qərb uzunluğudur. B yəni A bu tərəfdə yazım. 5 qərb uzunluğu, 10 şərq uzunluğu. Ekvator buradan keçəcək. Bu da K və L'dir. Hər birinin məsafəsini tapmalıyıq. A'dan B'yə nə qədərdir? 5, 10, 15 dərəcə fərq var.
40 dərəcəli paraleldə 15 dərəcə nə qədərdir? 1 dərəcə 85,4 kilometrdir. 15 dərəcə x kilometr. X bərabərdir 15 vur 85,4-ə. X bərabərdir, hesablayıram bunu. Min 281 kilometr tapıram. Yəni buradan bura 1281 kilometrdir. Daha sonra burada lazımdır mənə. Yenə də 15 dərəcə var. Ekvatorda 1 dərəcə 111 kilometrdir. 15'ə yenə də x yazaram. X bərabərdir 15 vur 111 1665 kilometr. Bunların ikisinin fərqini istəyir bizdən. 1281 çıx 1665. Mən 1281-dən 1665 çıxmağa çalışdım. 1665 çıx 1281. Kiçikdən böyüyü çıxdım. Diqqətsizlikdən olur bəzən. 1665 böyükdür də, ondan 1281'i çıxmalıyım. 4 dəfə 8 3 0 384 kilometr. Aralarında nə qədər fərq oldu? Deməli aralarındakı fərq oldu 381. Hər birinin məsafəsini tapdım. Sonra 1665'dən çıxdım 1281. Oradan da aldım 384 kilometr. 193'ə baxaq. ABCD xəttinin uzunluğu 18870 kilometr olduğunu bilərək B və C nöqtələri arasında qalan məsafənin neçə kilometr olduğunu hesablayın. Baxaq. Deməli buradan bura nə qədərdir? 65 dərəcə. 65 dərəcənin neçə kilometrə bərabər olduğunu gəlin hesablayaq. 65'i vururam 111'ə. Kənarda vururam. Elir 7315. Yani buradan bura AB 7215 kilometrdir. Sonra C ilə D-ni tapa bilərəm. 0,35 35 dərəcədir. C ilə D-ni taparam, 35'i vuraram 111'ə. 3885 kilometr. Bunu da tapdım, bunu da tapdım. Toplayaram, ümumi uzunluqdan çıxaram. B və C-ni məndən istəyir də, beləcə bunu taparım. 7215 7215'in üzərinə 3885 gələk. Baxaq neçə eləyir. 11100 kilometr elədi. Ümumi uzunluğumuz da verilib 18870. Bundan çıxıram. Qalır 177, deməli 0 7 7 7770 kilometr. 7770 kilometrdə bu məhsul olan B və C ki, B'dən C 7770 kilometrdir. 194'ə baxaq. Greenwich meridianı ilə kəsişən materiklər. Greenwich meridianını kəsir. Avrasiya materikini kəsir. Afrika materikini kəsir və Antarktida materikini kəsir. 3 dənə materik. Avrasiya Cənubi Amerikanda kəsmir, Şimali Amerikanda kəsmir, Avstraliyada, Antarktida Afrikanı kəsir. 1 4 6. Qütb ulduzunun ən böyük buzaq altında göründüyü məntəqə ilə, yəni 90 dərəcə şimal enliyi, Bakı arasında ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. Deməli, bu qütb ulduzunun ən böyük buzaq altında göründüyü 90 dərəcə şimal enidir. Bakıda yerləşir 40 şimal enidir. Hər ikisi şimal yarımkürəsindədir. 90'dan 40'a çıxıram, qalır 50 dərəcə. 50 dərəcədə neçə kilometrdir? 50'ni vuraram 111'ə. 5550 kilometr. Deməli, şimal qütbü ilə Bakı arasında oldu 5550 kilometr. 196. Sxema əsasən A və B məntəqələr arasındakı məsafənin 1/30 milyon miqyaslı qlobusda neçə santimetr olduğunu tapın.
Deməli 30, 80. Nə qədər var? 50 dərəcə var da. Ekvatorda 1 dərəcə neçə kilometrdir? 111 kilometr. 50-ni vuraram 111-ə, alaram 5550 kilometr. Xəritədəki, yəni qlobusdakı məsafə də həqiqi məsafə böl miqyasdır. Həqiqi məsafə 5550-dir. Miqyası kilometrə çevirək. 300. 5550-ni 300-ə bölürük. Deməli aldım 18,5 santimetr. Deməli bu məsafə qlobusda 18,5 santimetr məsafə tutur, yer tutur. 197. 50 şimal en dairəsi ilə 10 cənub enliyi dairəsi arasındakı ən qısa məsafə 1 bölünsün 30 milyon miqyaslı xəritə neçə santimetr olar? Biri şimal enliyi, biri cənub enliyi. Nə edirəm? Toplayıram. 50 plus 10 bərabərdə 60 dərəcə. 60 dərəcə neçə kilometrdir? 6660 kilometr. Və xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni bölürəm miqyası. 6660-ı bölürəm, miqyası da hesablayaq. 300. 6660-ı da 300-ə böləndə 22 dəfə bölünür. 6600, 2 santimetr. 22,2 santimetr. Bakı şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu ilə ümumi uzunluq ilə 40 dərəcəli paralel 20 dərəcəli paralel çevrəsinin uzunluğu arasında neçə kilometr fərq var? 20 dərəcədə 1 dərəcəli qövsün uzunluğunu bizə verir. Biz əvvəlcə ümumi çevrələrin uzunluğunu hesablamalıyıq və daha sonra onların fərqini tapmalıyıq. Birinci Bakı. Bakı yerləşir 40 şimal enliyində. 40 şimalda 1 dərəcəli qövs 85,4 kilometrdir. Ümumi paralel çevrəsi 360 dərəcədir. Yazıram 360-da x. X bərabərdir 360 vur 85,4. Buradan da alıram 30.744 kilometr. Yəni ümumi 40 dərəcə şimal enliyinin ümumi uzunluğu 30.744 kilometrdir. Sonra 20 dərəcəli paralel istəyir və deyir ki, burada 1 dərəcə 104,6 kilometrdir. Bunu da yazıram 360 dərəcə x kilometr. X bərabərdir 360-ı vururam 104,6-ya. Deməli bunu da hesablayanda bizə verəcək, yəni kalkulyator köməklə hesablayırıq, alırıq ki 37.656 kilometr. Bu 2, bu da 1 idi. Sonra fərqini istəyir. 37.656-dan çıxıram 30.744. 2, 1, 9, 6, 6912 kilometr. Yəni aradakı deməli bu iki paralel çevrəsinin arasındakı məsafə neçə oldu? 6912 kilometr oldu. %99'a baxaq. Bakıdan 0 azimutla 4440 kilometr məsafədə yerləşən məntəqə ilə qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü enlik arasındakı ən qısa məsafəni hesablamalıyıq. Deməli, Bakıdan 0 azimutla 40 dərəcə, deməli 4440 kilometr. Bakı hansı enlikdə yerləşir? Bakı yerləşir 40 dərəcə şimal enliyində. 40 dərəcəli, yəni biz 40 dərəcəli şimal enliyindən şimal istiqamətinə, belə ki, bu 40 şimaldır. Deyir, buradan 0 azimutla 4440 kilometr. 4440 kilometr neçə dərəcədir? 40 dərəcə. Yəni 40 dərəcə gedir. 40 şimaldan 40 dərəcədə şimala geçsə, çatarıq 80 dərəcə şimal enliyinə. Bu məntəqə ilə, birinci məntəqəmiz bu.
Qütb ulduzun 60 dərəcə göründüyü bizə. Qütb ulduzu harda 60 dərəcə görsənir? 60 şimal enliyində. Bu ikisi arasındakı məsafəni bizdən istəyir. 80-dən 60 çıxırıq 20 dərəcə. 20 dərəcəni də vururam 111-ə, alırıq 2220 kilometr. Deməli, 60 şimal enliyi ilə 80 şimal enliyi arasında nə qədər məsafə var? 2220 kilometr. Xəritənin miqyasının 1 bölünsün 100 min, politqanın hər damasının 1 cm kvadratı olduğunu, hər 4 dama 1 cm, 1 dama 0,25 cm. Deməli, həqiqi sahəni istəyir bizdən. Deməli, gəlin biz damaları saymalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. ...24 dama var. Deməli, 4 dama 1 cm kvadratıdırsa 24 dama x olar. X'i buradan 6 cm kvadratı tapırıq. Xəritədəki sahə 6 oldu. Həqiqi sahə nəyə bərabərdir? Xəritədəki sahə vur miqyasının kvadratına. Xəritədəki sahə 6'dır. 6'nı vururuq. 5 0'sidir 1. 1'in kvadratı da elə 1'dir. 6 vur 1 6 kilometr kvadratı. Burada həqiqi məsafə olur 6 kilometr kvadratı. 201-ci suala baxırıq. A və B nöqtələri arasındakı məsafə miqyası 1 bölünsün 18 milyon olan xəritdə 5 cm olarsa, kilometr məsafənin təhrif olunduğunu hesablayan bu Pirene yarımadasının xəritəsidir. A və B. A'dan B'yə nə qədərdir? 10 dərəcədə 0, 10 dərəcə. 40 şimal enliyində 10 dərəcə neçə kilometrə bərabərdir? 1 dərəcə 85,4'dür. 10 olacaq 854 kilometrdə. Ona vururuq. 854 kilometr. Bu koordinatlara əsasən tapdığımız həqiqi məsafədir. Və bir də miqyasa əsasən tapacağımız həqiqi məsafə var. Yəni xəttdəki məsafə, yəni 5 cm vurulsun miqyasa, kilometrə çevirək 180'ə. 5 vur 180. Neçə eləyir? 0, 0, 4, 900 kilometr. Burada 854 almışdıq, burada 900 aldıq. Təhrifi necə hesablayırıq? 900'dən çıxırıq 854'ü. Alırıq 46 kilometr. Deməli, burada 46 kilometr təhrif olub. 202'yə baxırıq. Xətti miqyas verib, hansı ki 1 santimetrdə 4 kilometr olan xətti miqyas verib. Və deyir ki, buna əsasən 2 dərəcəli meridian qövsünün uzunluğu neçə santimetr olduğunu hesablayın. Yəni ki 1 dərəcə 111'dir. 1 dərəcə 111'dirsə 2 dərəcə olacaq 222. Və xəttdəki məsafəni tapmaq üçün həqiqi məsafə 222'ni böləcəyik miqyası, yəni 4 kilometrə. Bu da bizə verəcək 55,5 santimetr. Cavab burada olur 55,5 santimetr. 203'ə baxırıq. Yenə Pireneyin xəritəsi verilib. A və B arasındakı ən qısa məsafə neçə kilometr olduğunu hesablayın. 0-10 dərəcə. 10 dərəcə nədir? 1 dərəcə 85,4'dür. Onu vururam 85,4'ə. Alıram 854 kilometr. Deməli, burada 854 kilometr var A və B arasında. 204. Səyyahın Greenwich meridianı ilə çevrəsinin uzunluğu 34.740 kilometr olan paralelin kəsişdiyi nöqtədən şərq istiqamətində 1544 kilometr getdiyi yolun neçə dərəcə olduğunu hesablayın. Deyir ki, Greenwich meridianı ilə Greenwich uzunluğu 0. Çevrəsinin uzunluğu 34.740 kilometr olan paralel. Bu necə hesablayırıq? Yəni çevrəsinin uzunluğu nədir? Yəni 360 dərəcə 34.740'dır. 1 dərəcə neçə kilometr olar? 34.740'ı bölürük 360'a. Bölək baxaq. 34.740 8 dəfə bölsək
8 yazaq. 4 yadda. 9 dəfə bölək. 9 dəfə gəlin bölək. Deməli, altdan 9. 6 dəfə 9 54. 4 yazırıq. 5 yadda. Deməli 27 üstə 5 32. 0 4 3 2. 2340 2340'ı 36'ya deməli 6 dəfə bölsək 6 3 21 08 186'ya 5 96,5. Tapdım ki bu enliyin 1 dərəcəsi 96,5 kilometrdir. Hansı enliydi? Bu 30 şimal enliyindən. Yəni 30 cənubdur, 30 şimal. Yəni burada fərqi yoxdur. 30 dərəcəli bir paraleldir. Çünki 30 dərəcədə 1 dərəcəli göz 96,5 kilometrdir. Bu nöqtədən səyyah deməli şərq istiqamətində 1544 kilometr gedib. Bu 1544 kilometr neçə dərəcədir? Onu istəyir. Biz tapdıq ki 1 dərəcə 96,5-dir. X dərəcə 1544 kilometr olacaq. Gəlin bunu bölək. Yəni buradan x tapaq. X bərabər olacaq 1544 bölünsün 96,5-ə. X də burada olacaq. Bir dəfə bölünəcək, sonra 6 dəfə 16 dərəcə. X 16-dır. Elə bizdən də dərəcəni istəyir də. Və biz də tapırıq ki 1544 kilometr məsafə 30 dərəcə şimal enliyində 16 dərəcəyə bərabərdir. Sonra 205-ə baxırıq. İspaniyanın bir bölünsün 900 min miqyaslı divar xəritəsində 40 dərəcə paralel üzrə deməli 50 qərb uzunluğu və Greenwich meridianı arasındakı məsafə 50 sm olarsa, təhrifi istəyir bizdə buradan. Deməli, təhrifi istəyir. Burada miqyas var, xəritədəki məsafə. Həqiqi məsafəni biz tapa bilərik də burada. 5 0-ı silsəm, 9'u 50'ye vurarıq, 450 kilometr. Aha, düzdür. 450 kilometr birinci. Sonra ikinci həqiqi məsafəm, dərəcəyə əsasən 5 dərəcə. 5'i də vuraram 85,4'ə. Neçə eləyəcək? 427 kilometr. Təhrif isə bu 450 ilə 427'nin fərqi olacaq. Burada test çıxım 427 23 kilometr. Təhrif burada oldu 23 kilometr. Əvvəlcə miqyas və xəritdəki məsafəyə sən tapdım həqiqi məsafəni. Sonra uzun yəni meridianlar arasındakı fərqə görə tapdım həqiqi məsafəni. İkisinin fərqi oldu 23 kilometr. 206'ya baxaq. Xəritə sxemdə A nöqtəsinin coğrafi uzunluğu A hansıdır? A budur. Uzunluğu 9 şərq uzunluğu, B 42 şərq uzunluğudur. Bunlar arasındakı məsafə eyni yarımkürədədirlər. 42'dən çıxıram 9'u. 33 dərəcə var. Yəni buradan bura 33 dərəcə var. Hansı enliklərdirlər? Ekvatorun üzərindədirlər. Yəni 1 dərəcə 111'dir. 33'ü vururuq 111'ə yazılıb burada. Bu deyilir 3663 kilometr. 3663 kilometr. 207'ye baxırıq. Xətti miqyas verilib 1 santimetrdə 50 kilometr. Buna əsasən 5 dərəcəli meridian qövsünün uzunluğunu istəyir. 1 dərəcə 111-dirsə 5 dərəcə vur 111 alırıq 555 kilometr. Sonra bunu da bölürük miqyasa 50 kilometrə. Alırıq neçə? 11,1 santimetr. Cavab olur 11,1 santimetr. 208-ci suala baxırıq. Baş miqyası 1 bölünsün 75 milyonla dünya xəritəsində 30 cənub və 30 şimal enlikləri arasındakı meridian üzrə məsafə 9 santimetrdir. Aha. Xüsusi miqyası istəyir bizdən. Xüsusi miqyas. Burada yəni baş əvvəlcə bir həqiqi məsafəni biz tapaq. Lazımdır bizə baxaq.
30 şimal və 30 cənub enliləri arasındakı məsafəni tapaq birinci. 30 şimal, 30 cənub. Nə qədər var? 60 dərəcə. 60-ı vururuq 111-ə. 6660 kilometr. Həqiqi məsafəni tapdım. Miqyasın düsturu nə idi? Həqiqi məsafə böl xəttdəki məsafəyə. Yəni 6660-ı bölürəm xəritədə verib 9 sm. 6660-ı da 9-a bölsəm 740 kilometr. Bizdən 1 santimetr istəyir. Miqyas olur 1 santimetrdə 740 kilometr. Bu qədər rahat həll olundu. Əvvəlcə həqiqi məsafəni tapdım, sonra da xəritədəki məsafəyə böldüm. Oldu 1 santimetrdə 740 kilometr. Eyni diaqramına baxırıq. Uyğunluğu müəyyən edək. Ümumi coğrafi və tematik xəritə. Üzərində bütün coğrafi obyektlər eyni səviyyədə. Ümumi coğrafi. Riyazi əsaslı təsvir vasitəsi hər ikisi riyazi əsaslıdır. Topografik xəritələr ümumi coğrafi xəritələrdir. Hər hansı bir mövzu deyirsə tematikdir. İqlim qurşaqları, torpaq və bitki tematikdir. 210. Kartoqrafik təsvirlərə aid olan ümumi əlamətləri seçək. Kartoqrafik təsvirlərə aid olan ümumi əlamətlər. Yer səthinin təsvirləri. Doğrudur, hər biri yer səthinin təsviridir. Deməli, kiçildilmiş, hər biri bəli kiçildilmiş təsvirlərdir. Sonra şərti işarələrlə göstərilir. Yəni, bütün kartoqrafik təsvirlərdə müəyyən şərti işarələr var da, planda da var, xəritədə də var. Yəni, bu gedər. Yer kürəsi tam təsvir olunur. Tam olmasa da, məsələn, elə xəritə var ki, bir materik təsvir olunur. Elə xəritə var, bir ölçəyin xəritəsidir. Bu, yəni, hər birinə aid olan deyil. Koordinatları təyin etmək mümkündür. Koordinatları xəritədə təyin edə bilirik, amma planda təyin edə bilmərik. Bura uyğundur. 1, 2, 3. 211-ci suala baxırıq. Verilən ərazilərin eyni ölçülü vərəqdə təsvir olunan xəritələrini, onlarda aparılan generalizasiyanın artma sırası. Deməli, fərqli ərazilərdir, ərazilər fərqlidir. Amma eyni ölçülü vərəqdir. Deməli, xəritədəki sahələri eynidir. Generalizasiyanın artma sırası. Deməli, burada necə olacaq? Hansı ərazi daha çox kiçildilibsə, generalizasiya daha çox olacaq. Əlbəttə ki, böyük ərazi daha çox kiçildilər də, kiçik ərazidənsə böyük ərazi daha çox kiçildilər. Ona görə biz burada böyük ərazidən kiçik əraziyə doğru getməliyik. Kəlbəcər, Mingəçevir, Şimali Amerika, Xəzər dənizi, Avstraliya ən böyük hansıdır? Burada. Deməli, generalizasiyanın artma sırası. Generalizasiyanın artma sırası deyirsə, yəni generalizasiya azdan çoxa getməlidir. Azdan çoxa. Ən az generalizasiya ən kiçik ərazidə olacaq. Ən çox generalizasiya ən böyük ərazidə olacaq. Az əvvəl qarışdırdım. Artma sırası deyir. Artma sırası odur ki, az generalizasiyadan çox generalizasiyaya. Kiçik ərazinin təsvirində generalizasiya az olur. Böyük ərazinin təsvirində generalizasiya çox olur. Yəni, biz burada kiçik ərazidən böyük əraziyə getməliyik. Ən kiçiyi də hansıdır? Ən kiçik Mingəçevir şəhəridir. Sonra Kəlbəcər gələcək. Sonra gələr Xəzər dənizi. Sonra gələr Avstraliya, ən böyüyü də olar Şimali Amerika, düzdür. Bir dəfə də baxaq. Generalizasiyanın artma sırası. Yəni, az generalizasiyadan çox generalizasiyaya. Kiçik ərazidən böyük əraziyə doğru sıraladıq. Yəni, problem yoxdur. 212-yə baxırıq. A və B məntəqələri 60 cənub enliyində yerləşir. A yerləşir 165 şərq uzunluğu, B yerləşir 135 qərb uzunluğu. Miqyası 1 bölünsün 15 milyon olan xəritədə onlar arasındakı ən qısa məsafə 22,5 cm olarsa, təhrifi hesablayın. Təhrifi bizdən istəyir. Miqyas neçə verib bizə? 1 santimetrdə 5,0 buradan silsə 150 kilometr. Xəritədəki məsafə də 22,5 cm.
Həqiqi məsafəni taparıq da 22,5-i vurarıq 150. Vuraq. Eləyir 3375 kilometr. Birinci həqiqi məsafə budur. Daha sonra koordinatları əsasən tapırıq. Biri 106 deməli. Gəlin burada təsvir eləyək. Bu başqa sualdır. Biri 135 qərb uzunluğudur. Biri 165 şərq. Yəni buradan 180 çəkək. 165 bir dəqiqə. 135 qərb uzunluğu bura olsun. 165 şərq uzunluğu da bura olsun. Qısa məsafəni tapaq, uzun məsafəni tapmayaq. 45 dərəcə buradan, 15 dərəcə də buradan. 60 dərəcə. 60 dərəcə var. 60 dərəcəli paraleldə deyir ki, 1 dərəcə 55,8 kilometrdir. 60 dərəcə fərqi. Nəyə görə 60 dərəcə? Çünki 135 qərblə 165 şərq uzunluğu arasındakı ən qısa məsafəni tapdıq. X bərabərdə 55,8-i vururuq 60-a. Bunu da hesablayayım qıraqda. $3348 də bu eləyir. Bu 3375-i də bu 3348. 3348 yox 75-dən çıxıram 3348-i. 27 kilometr aldım. Bu 27 kilometrdə nədir? Bizim təhrifimizdir. Burada təhrif nə qədər oldu? Təhrif oldu 27 kilometr. 213-ə baxaq. Səyyahın 50 şərq uzunluğu meridianı ilə çevrəsinin uzunluğu 20.088 kilometr olan paralel xəttinin kəsişdiyi nöqtədən şərq istiqamətində 1675 km. Neçə dərəcə olduğunu hesablayaq. 50 şərq uzunluğu ilə demirə hansı paralel. Paralelin ümumi uzunluğunu bizə verib. Deməli bu paralelin ümumi uzunluğu 200.088 kilometrdir. Yəni belə yazılır 360 dərəcə. X kilometr 1 dərəcə. 20.088-i bölürük 360-a. Və bölsəz taparsınız ki, burada 55,8 kilometr çıxır. 55,8 kilometr hansı enliyi idi? Deməli 40,85,4-dür. 50,77,1-dir. 60,55,8-dir. 60 şimal enliyi. 60 şimal enliyi ilə 50 şərq uzunluğu. Səyyah bu nöqtədən çıxır. Buradan şərqə 1674 kilometr gedir. Neçə dərəcə getdiyini bizdən istəyir. Yəni 1 dərəcə 55,8-dirsə, x dərəcə 1674 olacaq. X bərabərdir 1674-ü bölürük 55,8-i. Buradan da biz 30 dərəcə ala bilərikmi? Yəni baxanda elə bilirəm ki 30 dərəcə olaraq bölünəcək. 0, 4, bəli. 30 dərəcə. Deməli bu 30 dərəcəyə gedib. Cavab da elə dərəcəni istəyir. 30 dərəcə. Sxemdə verilmiş A və B məntəqələr arasındakı məsafə AB. Miqyası 1 bölünsün 15 milyon olan xəritədə 22 santimetrdir. Məntəqələr arasındakı coğrafi uzunluq fərqinə əsasən məsafə təhrifinin neçə deməli kilometr olduğunu burada da təhrif istəyir də bizdən. Gəlin birinci həqiqi məsafəni hesablayaq. Xəritədəki məsafə, yəni 22 santimetri vururam miqyasa 150-yə. 150-ni də 22-yə vuranda səhv etmirəmsə 330 yox 3300 eləyəcək.
Elə eləyəcək. 3300 etməzdi. 22-ni 15-ə vuranda 330 eləyir. 3300 kilometr. Aldım 3300 kilometri. Sonra bir də var. Buradakı həqiqi məsafədə deməli 30 şərq uzunluğu, 90 şərq uzunluğu, 60 dərəcə burada var. İndi baxaq 60 dərəcə neçə kilometrdir? 1 dərəcə yazıb 55.8-dir. 60 dərəcə x kilometr. X bərabərdir 55,8 vurulsun 60-a, x də bərabərdir. Burada vurum qeyd edəcəm. 3448 eləyir. 3448 kilometr. Fərqini tapaq. 3448 ilə 3330. 118 edir səhv etmə. 118 kilometr burada təhrif var. Keçdi 215. 40 dərəcəlik paralel çevrəsi ilə 50 dərəcəlik paralel çevrəsinin uzunluqları arasında fərq 4932 kilometr olarsa, 50 dərəcəlik paralel çevrəsinin uzunluğunu hesablayın. 40-ı əslində bilirik, 30744-də yenə hesablayın. Necə hesablayırıq? 40 dərəcə bizim əzbərimizdə olmalıdır ki, 1 dərəcə 85,4-dür. 360 dərəcə x yazırıq tam çevrəyə görə. X bərabərdir 85,4 vurulsun 360-a. Eləyir 30744 kilometr. Və ekvatordan uzaqlaşdıqca paralellərin uzunluqları azalır, qısalır. 50 dərəcəlik paralel çevrəsi 40-dan daha qısadır. Ona görə də biz çıxırıq ondan 4932-ni. 30744-dən çıxırıq 4932-ni. 2, 1, 8, 25. 25.812 kilometr. 216. Sxemə əsasən Bakıdan hərəkətə başlayan təyyarə 854 km/saat sürətlə şərq istiqamətində 2 saat uçaraq A nöqtəsinə çatmışdır. Təyyarənin getdiyi yol neçə dərəcəyə uyğundur? Deməli 850 bizi məsafəni tapmaq üçün sürət var, zaman var. Məsafə yoxdur. Yəni S bərabərdir V vur T düsturuna əsasən biz deməli 2-ni vururuq 854-ə. Alırıq neçə? 1708 kilometr. Deməli bu 1708 kilometr gedib. Bəs 1708 kilometr neçə dərəcəyə bərabərdir? 40 dərəcəliyini də 1 dərəcə 85,4 kilometrdir. X dərəcə 1708 kilometrdir. X də bərabərdir 20 dərəcə. 1785,4 böləndə 20 dərəcə verir. 217 40 paralel çevrəsi və 60 paralel çevrəsinin uzunluqları arasındakı fərqi verib. Baxın, eyni ilə 215-dəki kimi. 40 dərəcəni biz tapdıq burada. 30744. 60 dərəcəni tapmaq üçün 30744-də, yəni 40-ın çevrəsindən çıxırıq 10656-nı. 8 dəfə deməli 8 0 02. 20.088 kilometr ümumi çevrənin uzunluğudur. 60 dərəcə şimal edeyim. 218. 1 bölünsün 5 milyon miqyaslı xəritədə 9 şimal və 7 cənub enləri arasındakı meridian üzərində məsafə 34 cm olarsa təhrifi hesablayın. Həqiqi məsafəni necə tapırdıq? 34-ü vururam miqyas 5-dən 0,50-yə. 1700 kilometr. Daha sonra 9 şimal və 7 cənub enləri arasında dərəcə var. Fərqli yarımçı 9 üstə 7 gəlirəm 16. 16 dərəcəni vururam 111-ə. Eləyir 1776 kilometr. 1776-dan 1700-ü çıxıram. Alıram 76 kilometr təhrif. Gəldi nəhayət ki bölmənin son sualına. 40 dərəcə enli üzərində dərəcə fərqi 10 dərəcə olan A və B arasındakı məsafə 42,7 cm olarsa 1 cm neçə kilometr? Miqyası istəyir bizdən.
xəritdəki məsafə var. Həqiqi məsafəni tapmaq üçün 10 dərəcə var. 40 dərəcəli enlikdir. 1 dərəcə 85,4 kilometrdir. Və biz bunu 10-a vuraraq tapırıq ki, 854 kilometr 10 dərəcəyə uyğun gəlir. Və miqyası tapmaq üçün də 854-ü bölürəm 42,7-yə. 20 dəfə bölünür 20 kilometr, yəni izahlı miqyasla bizdən istəyir, yəni 1 santimetrdə 20 kilometr.